Herkese selamlar, saygılar. Bir günde Düşünüş programlarının devamında 13. bölümdeyik. Sayın İnsaf Əlibəyə hidayətindən söyleşimiz olacaktır. Benim bir yazım var idi. Onun barəsində dünən danışdıq ki, Sayın İnsaf Əlibəyə ilə ki, onun barəsində daha çok danışaq. Ancaq geçen həftədən veya bir həftə önceden de bir danışığımız var idi. Bəlkə də onun bir saniye ben İnsaf Əlibəyə çağırım. Ancaq indi görək ki, danışığımızın yolu ha tərəfə gedəcəkdir. Hələlik mən İnsaf Əlibəyə gözləyirəm. Oldu, hə. Salam aleyküm, Oğuz bəy, xoş gördük. Anasız, sizə uğurlar olsun. Kameranı düzəldi. Yaxşısınız, umarım keyfiniz sazdır, hər şey yaxşıdır. Sağ olasınız. Size de selamlar, saygılar. Bu programımızın indi izleyicilerine ve bütün yani programın sürecinde izleyicilerine ve sonradan da yani izleyicilere indiden selamlarımızı, saygılarımızı ve sevgilerimizi sunalım. Siz buyurun, siz de selamlaşın, ben de buraya bir şeyler yazayım. Tamam. Buyurun. Salam əziz və hörmətli dostlar. Çox təşəkkür edirik ki, mən öz növbəmdə xüsusilə təşəkkür edirəm ki, bizimlə bərabər gedirsiniz. Dostlar, bilirsiniz, bizim Türklərdə, İranda yaşayan Türkləri deyək. Bu Türklərin içində fəlsəfə məsələsi, fəlsəfi məsələləri danışmaq hər kəsin öz gücü qədər. Çox azdır. Ben sizin sesinizi eşitmirəm İnsaf Əlibəy. Dayandı yani, görüntünüz de dayandı. Olabilir ki yani bizim burada bu taraftan ola ya o taraftan ola. Yani sizin görüntünüz dayanıp danışabilirsiniz. Sesiniz de geldi. Olabilir. Ne oldu? Yok, sizin görüntünüz bütünlükle dayandı ve Bir ləhzə koldən kəsildi əslən. Nə oldu? Kəsildi. Oldu. Siz bir daha Salam aleyküm əziz və hörmətli dostlar. Çox təşəkkür edirəm öz növbəmdə xüsusilə ki, bizlə bu programa qoşulursunuz. Hər zaman bu videonu görsəz bizim hörmətimizi qəbul edin, saygılarımızı qəbul edin. Bilirsiniz, bizim vətəndə və İranın başında yaşayan Türklərin içində onlar ki, dərin məsələləri düşünələr və bu dərin məsələ deyəndə dostlar, məsələn, fikirləyin ki, 2500 il, 5000 il bundan qabaqdan, məsələn, Çində, Yunanda, Rumda, nə bilim, o birisi yerdə dərin məsələləri düşünüblər və onun üstündə toplum yaradıblar. Onun üstündə 2000 ildən sonra sən meyvəsini yeyirlər. Yəni, o zamanda meyvəsini yeyiblər bu dərin düşüncələrin, amma o zamana qalmayıb. Belə, indi də onun düşüncələrini yeyirlər, o sistemin, o düşüncənin. Biz də, bizim içimizdə Azərbaycanlılar və Türklərin içindəki İranda yaşlılar çox az adam var ki, online olaraq, canlı olaraq bizə taib, biz ikimizə taib, gəlsin desin ki, ağa, biz belə düşünürük. Biz bu konuda belə düşünürük. Çox ya fərqli, ya aşağı, ya yuxarı. Yəni, adamlar özlərinin düşüncələrinə görə, elmlərinə görə, təcrübələrinə görə, mütaliələrinə görə, yaşamlarına görə, olduğu yerlərə görə bizi qəzavət edə bilərlər. Ya bizdən yaxşı, bizdən dalı, bizlə bərabər düşünə bilərlər. Bu çox gözəl bir şeydir ki, bu iş görünə. Amma biz ikimiz özümüzə bu cəsarəti vermişik ki, düşüncələrimizi burada çox çılpaq ortaya qoyaq. İnsanlar bilsinlər ki, biz vətənimiz üçün, millətimiz üçün və hətta bəşəriyyət üçün nə cür düşünürük. O, məncə bir cəsarətdir bizim tərəfimizdən, bunu edirik. Umarım ki, dostlar qoşulsunlar və düşüncələrin, bu hətta yazsınlar, kitaba çevirsinlər, bizi nəqd eləsinlər, o birikləri nəqd eləsinlər. Ortadan vətənimiz üçün və millətimiz üçün həm bu nəsli ki, indi yaşır, həm nəslər ki, gələcək minlər ildə, milyonlar ildə torpaqlarımızda yaşayacaqlar. Onlar üçün bir yol cızmağa başlayaq.
görsədək ki, yaxşı bu yolla getsək falan olacaq. Məsələn, biz bəlkə gələcəkdə xoşbəxtlik nədir? Eşq nədir? Yaşam nədir? Nədir yaşamaq? Yaxşı, pis nədir? Əslində, yaxşı dediyimiz nədir? Pis dediyimiz nədir? O cümlədən qudrət nədir dostlar? Güc nədir? Biz bunu geçən həftədən Oğuz cənabları ilə başladıq danışmağa ki, güc nədir? Galib budur ki, Oğuz bəy getdi, qərbi filosofların yap belə əski Əflatundan başladı, bu günəcan dedi ki, bu belə düşünür gücə görə, bu da belə düşünür, bu da belə düşünür. Biz də onun üstündə bəhs elədik. Oğuz bəy, mən sizin o gecə geçənki proqramdan sonra getdim internetdə və ha belə AI-larla başladım bu konunu ki, görüm müsəlman dünyasında və şərq dünyasında necədir? Yəni, biz qərbi dünyasını bildik, tamam. Yəni, filosoflar hərəsi bir nəzər veriblər, Əflatun bir şey deyibdi, o bir şey deyibdi. Görək ki, şərqidə yoxdur. Yəni, biz həmişə danışanda fəlsəfədən qaçırıq qərbə, batıya. Yəni, məsələn, şərqidə filosof yox imiş və şərqi müsəlman, orada da filosof yoxdur, orada da düşüncə yoxdur, orada da qudrətli nədir, güc nədir, nədir ələcələr, nədir saxlanırlar, bunu düşünməyiblər. Bunu soruşdum. Məncə, gözəl cavablara rast gəldim. Bundan belə ki, mən inanıram ki, hələf edən şərq, xüsusən müsəlman şərqin kitabları, düşüncələri, hələ xüsusən türklərin düşüncələri şeyə gəlməyibdir. AI-in əlinə gəlməyib. Yəni, hələ bizlər o yerə yetişməmişik. Təəssüflə kitablarımızın hamısını geçən nəsillər yazan, geçən 1000 nəsil yazan kitabları, məsələn, onları iskan eləyək, verək AI-lara, deyək AI, bu da bizim düşünürlərimizin yazdıqları kitablardır. Bunlarla bizə cavab ver sorularımıza. Təəssüflə bu, hələ feylən biz bu teknolojiyə bəlkə çatmamışıq. Amma çalışaq ki, buna çataq. Mən gözəl cavablar tapdım. Bəlkə bizim bugünkü ehtiyacımıza Oğuz bəy cavab verə ya verməyə. Mümkündür ki, biz bəzi şeylərini qəbul eləyək. Siz dünən bir bəhs yazmışdınız, çox gözəl, İsracül. Ağla görə əslində. Və mən orada bir neçə sual soruşdum. Həm cənabıza göndərdim, həm dostlar gördüm. Çox gözəl yazılar yazıblar sizin o yazıda. Xüsusən dostlarımızın biri fikir Murupada olur. Çox gözəl sizin işlətdiyiniz istilahatı kamil hamısının açıqlamasını yazmış. Çox sevdim. Əslində gördüm ki, o adamda fəlsəfiyə əlaqəsi var, bəllidir. Amma nədən, məsələn, ki, gələk qoşula bu proqramda 3 nəfər olaq və 4 nəfər olaq, 5 nəfər olaq və bu bəhsləri aparaq, çünki faydası çox olar. İnsanlarımızın hər nə qədər çox bilincili insan qoşulsa belə bir proqramda, mən inanıram ki, faydalı olar. Hər halda, siz buyurun, devam edin. Əgər şey olsa, mən bu şərq filosoflarına görə də bir danışarım. Yəni, düz deyirsiniz, bu ki, dünyada indi doğuda olan və hətta müsəlman doğuda olan düşünürlərin düşüncələri daha çox yaygın deyil dünyada. Çünki elə bu həmən o güc mekanizmasını göstərir. Elə o batının elmiləşdirdiyi güc mekanizmasını göstərir ki, sizin sonunda nə dediniz? Mütəəssifən. Demək ki, belə güc mekanizmasını bir tərəf mütəəssifə çəkər, bir tərəfi də yaygın elər və onlar danışılır. Və elə onu göstərir. O ki, müsəlman dünyasının sözdə düşünürləri və ya doğunun düşünürlərinin düşüncələri danışılmır dünyada çox var. Yəni, Beyruni var, Xaldun var, bunların düşünürləri var və hətta müasir zamanda da düşünürlər var. Ancaq bu həmən o güc mekanizmasını göstərir ki, bu onun o qədər gücü yoxdur. Çünki gücdür ki, düşüncəni gətirər, ortaya qoyar. Bu elə onu göstərir, sizin deyiniz. O orada məsələsini bir şeydir ki, daha da çox danışacaq. Bir də yaxşı və deyirsiniz, hər halda iyi və kötü nedir? Onu da bir gün zaman olar, umarım danışarıq.
bir saatlıq məsələ deyil, çox-çox ağır məbhəslərdir bunlar. Bəli. Ancaq mən o yazımla ilgili, ən son yazımla ilgili, mən də yazıda, hətta yazının formatında, onun o cümlələrinin düzəlməsində mən də yapay zəkadan yardım alaram, mən şəxsən. Çünki mən inanıram ki, adam hər şeydən ki, eləyə bilir onu, düşüncəsini yaxçılaşdıra, yaxçı onu ifa edə, onu kullanmalıdır. Bəziləri bunu qorxa bilərlər bundan, çəkilə bilərlər bundan. Məsələ deyə bilərlər ki, filan kəs hər şey daktilo, o yazı makinesi var ya, daktilo, əski zaman, keyboard. Daktilo işlədir, məsələ namələrini yazmağa, ya kitabını yazmağa, gərək əl yazısını. Düşünün ki, o zaman ki, daktilo icad olundu. Aynı indiki AI kimi, indiki yapay zəka kimi millətin ona dirənişi var idi. Çünki insanlar normalda o rahatlığa, tembelliyə və qaranlığa və elə, yəni daha rahat olmağa tərəf söykənərlər. Yenilik onları rahatsız elər. Üstün düşüncələr normal insanları toplum olaraq rahatsız edər. Birinci daktilo ki çıxdı, onun əleyhinə çoxlu yazılar var ki, insan əli ilə qələmi davata soxar, beləsinə, cövhərə, ondan yazar. Olmaz ki, bu nədir bu böyle barmaqları ilə? Və indi həmən çeşit adamlar ki, cəhalətin tembelliyində çox sevərlər, yazsınlar tarix boyu və insanlığın hər zaman mənim təşbih elədiyim şey bir xoruza bənzər. Mənim təşbihim xoruza bənzəyir ki, bizim bir xoruzumuz var idi. Bu uşaqları dövürdü, duvarlarda filan da gəzirdi, hər kəsi dövürdü bu xoruz. Bunu gətirdi, yəni bizim ailədə o zaman mən uşaq idim. Gətirdilər bunun ayağına bir dənə ayaqqabı, başmaq bağladılar. Bu elə bu başmaqla orada sürünürdü həyətdə da. Ya çünki nə uşaqları dimdikləyə bilirdi, vururdu o biri heyvanları və qonşu ilə bax bu hər kəsi dövürdü yəni bu. Hər kəs bunun əlindən amana gəlmişdi. Normal insanların da beynində o başmaq bağlanıbdır. O elə başmaqla bütün ömrü sürünər normal insanlar. Çünki onlar hər zaman o başmaq nedir? Onların istəkləridir, onların ehtiyaclarıdır, o yeməkləridir, yatmaqlarıdır. O Farsçada quşəyə dinc, o dinc bir köşə olsun, orada yesin, heyvan kimi yatsın və künci afiyətdə yaşasın. O başmaqla sürünərlər bir ömür və gedərlər. Çox da normaldır. Yəni, bütün sürü, millət ölədir. Və ona gətirib yeni bir şey göstərsən, ərz elədim, bir daktilodur, sən bunu lazım deyil əlinlə yazırsan. Əlinlə yazsan, o da olur bir hünər. Amma bunu eləyə bilərsən 10 səfəni, məsələ, ne bileyim, yarım saatdə yazasın. Yox deyir, o şeytanın işidir. Bu daktiloya, biz nə deyirik orada, siz mənə hatırlatınız, maşini təhrir. Ki biri İngilizcədir, machine, biri də təhrir ərəbcədir. Yəni demək hələ türkcəsi, hələ ki üçün türklər onu icad etməyiblər. Və o daktilo makinəsi, typewriter, hə də o da olur typewriter. O necə ki bizim bölgədə, bizim də olub büyüdüyümüz yerdə bu evlərə gələn su abiyarı, suyu da şeytanın işidir. Ona da nə dəstəmaz alına bilər, nə qusl oluna bilər. Necə ki elektrik şeytanın işidir. Yəni bunların üzərinə fətvalar var, ayətullahlar. Necə ki yağmur yağanda Yahudilər gərək yabana çıxmıyor. Buna da şey var, hökm vardır. Elə həmən Azərbaycanda. Və belə bir sosiyetyədə biz qalxmışıq. Ona görə biz günün işığında əlimizdə bir fanus alıb filosof arayırıq, düşüncə və düşünür arayırıq ki, bəs niyə rəqabət eləyə bilmir Fransanın, Almanın verdiyi, öyle güclü İngiltere'nin verdiyi o büyük dev düşünürlerle ki insanlığı değiştirmişler. Zaten etrafımıza baksak bütün ne cihazlar ki vardır, elə oradan düşüncelerden başlayıb. Çünkü onlar elə o ayaqqabı ve başmaq onların düşüncelerinin ayağına bağlı olur. Ve bunu hardan çektik buraya bahsi? Yapay zekanı kullanmakta.
siz her kəs ki istəyir bir şey yazsın, məyər ki məsələn professor klassda desin ki yapay zekanı kullanacaqsan, özün 10 səhifə yazacaqsın. O da mənə görə o da yəni öz oturasın. Amma yapay zeka siz düşüncəni töretirsiniz, üretirsiniz, getirip yazırsınız. Onu bir hafta, 2 hafta, 1 ay, 2 aydan sonra ve o dayanır geçmiş 10 illik, 20 illik sizin okuduklarınıza. Neredeyse bu benim düşüncemdir. Ve bunu mesela şeyine bak, gramerine bak, bunun kelimelerine bak. Şimdi yanlış yazırdı. Ona autocorrect değiller ya, mesela Microsoft'ta kullanırız biz. Veya yani Microsoft'ı kullanmak, autocorrect elemek veya cümleleri düzeltmek şey mi? Yani yapay zekanı kullanmak suç mu? Ama bazıları öyle düşünürler ki eğer siz bir tane yazı yazsanız ve onda mesela Microsoft'ı kullansanız veya bir yazı makinesini veya hatta yapay zekanı onu formalaştırmasında, onu daha rahat ve ravanlaştırmasında onda yani olmaz. Öyle değil. Mənə görə öyle değil. Çünkü birinci yazı yazanda belə bu qorxmaqlar olmuş. Hələ bir zaman olacaq ki, elə indi də yavaş-yavaş oraya gəlirik də. Siz düşüncənizi, mən zaten bəzən də elə bunu, siz danışırsınız, o düşüncənizi yazır və qoyur bir yerə, sonra sizinlə çək eləyir, söz çək eləyir, yox orasını değiştir, yox bunu değiştir, yox mən böyle demem, bunu hamısını yığırsınız və sonra o sizin yazınızdır. Çünki orada yox idi ki. Yoksa Oğuz bəy, mən təcrübələrimə dayanaraq istəyirdim bu haqda bir proqram düzəldən AI-la. Öz təcrübəmə AI-la. AI-la mübahisə edirsiniz. Galipdir, deyir ki, mən iştibah eləmişəm. Mən özüm bunlara çox rast gəldim. Deyir ki, tamam, mən bunu məlumatı ki mənə veriblər, onun üstündədir. Nəzərimə gəlir ki, siz düz deyirsiniz, mən indi baxır. Tadaşdan bir baxdım, baxır, deyir ki, hə, məsələn, siz bu düz deyirsiniz, bunu aparın. Yəni, gördüm ki, maşın hətta bir iki dəfə deyir ki, məndə təəssüb yoxdur. Mən verdikləri itilat mənim əlimə nə veriblər, mən onun üstündə təlim görmüşəm. Amma siz mənə dediklərinizlə mən educate oluram. Yəni, qalibdir. Yəni, mən gördüm ki... benziyirdi. Bir qaba, bir kitabxanaya, bir qab. Oraya siz ne bilgi koysanız çıxır. Ancaq bir tane de generative yapay zeka var. Üretici yapay zeka. O daha yüksek modellerde ve gələcəkdə de çıkacaqdır. O da budur ki, daha o bütün bilgileri milyon milyarlar bilgiler ona verenden sonra özü başlar onları geliştirmeye. Generatif yani belirten, yani onun üstüne onu özü kurar. Yaradıcı da, yaradıcı olacaktır. Belirtendir. Ancaq onu o barədə sonra danışam. Mən istədim o deyəm ki, o yazıda mən ağılın şeyinə işarə eləmişəm. Biz ağıla mecburuq sonun. Ağıl bir məhəkdir İnsaf Əlibər. Məhəngi daşı bilirsiniz. Əski zaman bir şeyin qəp olub gerçək olmasını o daşa sürtərdilər. Bu altındır, yoxsa qalaydır. Qəlb kəlməsini sizdə eşitdim. Nə vaxt eşitməmişdim bunu. Biz qəp deyirik bölgədə və istəyirik görək ki, bu altındır ya qalaydır. Onu məhəngə sürtəcəyik. İnsanlığın bizim bildiğimiz hele buraya can başka bir məhəng elimizde ağıldan sonra o şey için ona ağıl deyirik. Siz de onu yapay zekadan sormuştunuz, bana gönderdiniz. O da onun oradaki o eline gəldiyi şeylerdir. Benim de düşüncelerim var o barədə. Yani biz demirik ki, çünkü bazıları bilirsiniz 50 il bundan qabaq deyədilər televizyonda deyibdi. Yani filan şey %100'dür yani. Yoksa gazette yazıb. Bak ruznamada yazmış da %100'dür da yani. Kitapta yazıbdır. Yazıbdır. İndi də bəziləri deyirlər ki, internetdə vardır. Bu da bir cəhalət. Həm bunu cəhalətə söykənməkdir yəni. Yəni orada cavab oradadır, durun gedək yataq. Halbuki öyle değil mesela. Elə şey de öyledir. Yapay zeka da öyledir. Öyle değil ki, çünkü yapay zeka bir şeyi təhrif etdi, bəs odur. Yox. Düzdür, şamil, yox, odur değil. Çünki hər zekarda bilgi, siz ne verirsiniz oraya onu alacaksınız. Veya onun bir yere gelip o belirten ve ondan üretilen şeyler size verecektir. Başka yerden olmayacaktır. Ve ben sözü size bırakayım. Bizim elimizde bu ağıldan sonra, o şey ona biz ağıl deyirik, onun Türkçesi ustur. Ondan öte bizim elimizde bir mehek yoktur. Bizim bir ofis yoktur. Mesela Allah'ın ofisi ya mesela ne bileyim bir yerin ofisi diyerek ki filan şey gerçektir ya yok, doğrudur ya yok, bu necedir? Böyle bir şey elimizde yoktur ve her kəsdə İnsaf Əlibər
her kəsdə böyle bir iddiada bulunsa, böyle bir iddiası olsa ki, gerçeği bilir veya gerçeğe bir türlü əli yetişir, dəstürəsi vardır, o şarlatandır, o sahtekardır ve yalancıdır. Çünkü onu başka yazıda da yazmışıq ki, gerçeğin zemini o kadar oynağan ve qayğandır. Gerçek şeyinin, vaqiiyyət deyilən şeyin. Ki heç kimsə, hələ qala ki, gerçeğin özü diye bir şey yoktur ki, heç. Bizim içimizde daha çok var da bu en geri kalmış milletlerde gerçeği çok bilenler. Yani gerçeği yapışarlar, hak, hu bildiler de bu Allah'a bağlamış ve özüyle rabitesi var. Allah'la da demişti ki gerbe hudayı rəsi. Özüne de gelmiş, Allah'lığa da yetişmiş, enel hakkı demiş ve bitmiş bu mesele. Ona göre ben cümlemi böyle bitireyim ki, herkes öyle zannetse ki, gerçeği bilir, vaqiyyəti ve hakikati bilir veya bir türlü ona eli yetişir, onu biz şarlatan elan edirik, onu yalancı elan edirik ve milletleri, insanları aldatan elan edirik. Çünkü əğil məhənkinə her şeyi vurandan sonra onun o yaprakları, budakları hamısı tökülür. Çünkü əğil məhənki bizim standartımızdır, ondan öte de bir şey biz tanımırıq. Buyurun. Çox sağ olun. Teşekkür ederim. Çok güzel bu ağıl meselesi, ağıl əslən özü nədir? Məsələn, o yadınızda olsa AI'dan aldığında tarif edib ağlı, o şey ki biz düşünürük o değil. O şey ki məsələn İslam filosofları hətta məsələn geçən 1500 ildə deyiblər, 1450 ildə deyiblər. Hala bu 100 ili, son 100 ili danışmıram. O məsələn geçən 100 ildən öncə, Qadar dövründən qabağa gediblər. Onlarda ağlıdan bir tarif veriblər. Əslində indi o tarifi qəbul eləmir. Məsələn AI'da bu gələn şeylər bəllidir ki, onlar çox məsələn İslamda bir ayrı bir baxıblar qəziyyəyə. O zamanlarda sizdə o ağıl məsələsini ki yazdı, orada buna gözəl işarə eləmişsiniz. Sevdim o məqaləsi. Dünən özünüzə dərs elədim. Cidden sevdim. Gözəl düşüncə ortaya qoymuşsunuz. Və mən düşünməmişdim o cürsə. O cürsə düşünməmişdim. Elə birinci dəfə demək olar ki, sizin o məqaləsi oxuyandan sonra mən latincədir, latin əlifbası ilə yazmışsınız. Amma mən onu oxudum. Hıqqına okudum ve anladım. Bittim ben onu. Efendim? Düşünürün işi elə budur ki, bir şey ortaya atsın, onu ortaya atsın. Onu okuyandan sonra başladım, gördüm ki ağlı batan bir şeydi. Yani mən indiyəcə məsələn deyim, ola bilmez ki, ağlı mutlaq hardadır. Axı bu bir yerdə gəlir, ola ağlı mutlaqla danışırsan. Bunu bir yerdə görsən, amma biz insanlar beynimizi doğuştan yavaş-yavaş qalırıq da. Bunu bir daş kimi birinin üstünə düzürük, dam kimi dikirik. Sonunda da öləndə də bu özümüzdən çıxıcıdır. Bu ağlı hardadır? Bəs bizdən eşikdə bir yer vardır ki, bu ağlı orada zindanidir, gərək biri gedə ata, o da gərək bir molla ola, ya da gərək bir dana filosof ola. Ki, məsələn, dərs oxumuş olsa, deyirik, bu, məsələn, şeydir. Hər halda da, ancaq cənabınızla danışırdı, ya axirlərdə, elə qorxurdum ki, heç yetişməyəm sizin. Dedim, görək, Müslüman camiələrində və Türk camiəsində filosof var ya yoxdur? Var əlbəttə. Məslək ola dünyada. Siz bunu doğru buyurdunuz. Baxın, mən hətta bu son zamanlarda bunu dəfələrcə cənabınızdan danışmışıq. Biz hətta dünən danışanda bu şey bəhs oldu. Güclünün əlində olanda o şey ki ona yarır, onun mənfəətini daha çox təmin edib. O şey demiyor, o düşüncə, o fəlsəfə ki, mümkündür bir dana toplumda 50 dana, 100 dana fəlsəfə ola, 100 cürə baxış ola, 100 cürə anlayış ola, 100 cürə düşünüş ola. Amma o güclü, bunların hangisi onun mənfəətini çox təmin edər, onu gətirir gündəmə, o birislərin başına döyür. O birislər çıxmasın üstə, çünki zərərlər gələr buna. O ki, məsələn, indi mən hətta baxırdım, bu indi siyasətə gələrəm burada biraz, bəlkə misalım bursanda siyasi olacaqdır. Amma vaqiqiyyət budur. Yəni, məsələn, bu nədir, Trump iş üstə gələndən deyir ki, mən bu elektrik maşınları qabağını alacağım, çox mexaniklərin üstündə geçsin, benzinin üstündə geçsin, bulan bərqi ilə işləməyənlərin üstündə çox gedəcəkdir, deyirdi, belə bir şey deyirdi. Ya məsələn, yadıma gəlir, bir zaman gramofon yadınıza gəlir Oğuz bəy, o səfəsi var idi, belə qoyurdular, bir dəqiqə idi, oxuyurdu məsələn, hər kəs də istəyirdi külat qoysun, bir dənə ondan alırdı ki, yəni mənim bundan var, zəhtlisi olmasa almırdı.
Baxın, CD bu günləri onun nəvəsidir. Elə o qramofonun nəvəsi, hətta nəvəsi dəyişir, elə oğludur. Yəni gərək o səsdən sonra geri keçirdi elə buna. Amma bir dənə güc gəldi, Nəvar kasetə getdi. Nəvar kasetə gedəndən sonra Nəvar kaset təbdil oldu video kasetə. Video kaset ta bu gün gəl axıb dubara getdik CD-yə. Mənim nəzərimdə bir dənə güc dedi ki, mən gərək o şeyi aradan aparam. Nəvar kasetləri. Yox bilirsən, o gramofonun kasetlərin. Onu aradan aparam, səfələri. Onun adı səfə idi. O səfə gramofonları aradan aparam, bunu gətirəm. Bu güclü olduğu üçün o eləyə bilmədi. Tönüsün olsun, taza nəsli olacağı CD, o eləyə bilmədi oraya getsin. Amma bu gəldi, elədi. Nəvardan sonra elədi video kasetdən sonra yenə qeyddi. CD-də həman şeyi biz gördük və indi də CD də aradan getdi. Türkçe 3-cü nəsli, 4-cü nəsli oldu bu disklər, hard disklər falanlar, bəhmanlar ki, bunlar da olur. Güc, mənim nəzərimdən güc bu işi görür. Yəni, eləyə bilir bir dənə hətta teknolojini də dal aparsın. Mən hətta bunu bəlkə indi 4-5 yıllar Türkiyədə bir dənə cavan uşaq iddia elirdi. Televizyon getmişlər, video götürmüşlər. Bilmirəm nə qədər düzdür, nə qədər düz deyil. Təbrizdə də biri var idi. Mən onu da özüm o zaman ki Təbrizdə olurdum. Onun şeylərin, ixtiraların gətirdim radyo Fərdadan yaydım ki, insanlar düzəlsin. Bir də o deyir ya, mən bir maşını düzəltmişəm ki, nə benzinə ehtiyac var, nə suya. Bu eləyə bilər, özü hərəkət eləyər. İxtira eləyibdir. Bu, amma İranda o kompaniyələr ki vardı, maşın tolid edirlər, o maşınla ildə yüzlər min adam ölür. Ondan sonra oradan milyardılar dolar pul, hətta dövlət və məclis onların əlindədir. Dövlət bağlayıb ora. Onlar gəlirlər, deyir, bu maşını sən qoymayacaqsın. Sən bunu əslində bəhs eləməyin, bunun üstünə getməyin. Məsələn, bu adam aparmış danışqağı tamam ustadların ağzı açıq qalmışdı. Videosunda götürmüşdü, ağızları açıq qalmışdı. Necə ki, məsələn, bir dənə maşın düzəldəsən ki, su ilə də yox, benzin ilə də yox, özü eləyə bilər ki, bir dənə mexaniki vəziyyətlə özün işə olandan sonra elə bir həndil vurursa, bir dəfə həndil vurursa, işə düşdü, özü başlayır özünü işləməyə və gedir qabağa. Amma o güclülər ki, pulları və səbətləri oradakı mövcud, sizin yenə sözünüzə gəlirəm, mövcud düşüncə həmişə o iki indi vardı, ondan pul qazananlar tazaların qabağında dayanmağa çalışırlar. Çünki tazalar onların bazarını məhdud eləyəcək, azaldacaqdır. Onlar məcburdurlar ki, o köhnə fikrə, o köhnə beyinə, o köhnə teknolojiyaya yapışalar. Çünki orada sərmayə qoyublar, oradan pul qazanırlar. Amma tazalar da hər halda savaş eləyəcəklər, çıxacaqlar üstə. Tezi bu da bir ittifaqdır. Hər halda mən indiyə ilə cənabınızla danışa bunu da şey elədim, bir axtardım, görüm ki, filsuf var ya, yox. Cəlibdir, fəqət adlarını deyim, Oğuz bəy. Deyir ki, Muhammed Abid Əl-Cabiri Mərakeşlidir, mütəfəkkir və nevisəndədir, çox adlımdır. Əqli nəqd-i ərəbi, əqli ərəbini nəqd eləyib bu adam. Əlbəttə, bunun məsələn, mən indi burada çalışırdım ki, bugün bunu görsədəm, olmur. Yəni, məsələn, Məhəmməd Ərkun, o da Tunislidir, o da elə əqli nəqd eləyib bu əslən. Əqli İslami. Müsəlmanların ağlın nəqd edib indi 50 neçə ildir bu adamın işi budur. İslamı nəqd edir və çox cəlibdir. Həsən Hənəfi, Misrilidir, filsufdur. O da əndişə dini, düşüncə, din əsaslı düşüncələri dünyayı moderndə və İslamı şeydir, nəqd edir. Yəni çoxdur. Mən indi burada baxıram, görürəm bunların içində bir türk olan ki, əgər eləyə bilsəm tapam, yazmayıbdır, mütəəssifانə bunların hansısı türkdür. Məsələn, Nurgül Topçu, Məcid Gökbürk, Həsənəli Yolcu, Ayna Kütray. Məsələn, bunlar hamısı yeni müasir filsufdular Türk dünyasında və Ərəb dünyasında, yəni İslam dünyasında ki, bunların əşradaşlar türkdür, onlar ki, adlarını dedim, onlar türkdür, üstdəkilər də 5 dana yazıbdır. Yazıb əlbəttə hamısını yaza bilmərəm. Amma məsələn, bunlardan, mən bu günləri bunları gördüm, bunlardan da soruşacağım ki, bunların qudrəti, gücü nə düşünürlər? Amma əgər indi icazə buyursanız, mən qeysaq, o güc məsələsini qeysaq, mən şeydən soruşdum ki, AI-dan soruşdum ki, bu yapay zekadan soruşdum ki, şərq dünyasında müsəlman və qeyri-müsəlman dünyasında
gücü nə düşünürlər? Galip nəzərlər gəldi. Başladı Konfüsiyusdan başlar. Bir ki, Konfüsiyusda qudrət-i nizami ordu gücü çox mühüm. Güc yəni ordu gücü. Çünki siz ondan eləyə bilirsiniz, qələbə eləyəsiniz o birisi insanlara, ya onların qələbəsinin qabağını alasınız, onlara zəfər tutasınız, ya zəfər şey olar. Ondan sonra onların hər şeylərin əlinizə, canların belə əlinizə keçirdə bilirsiniz. Malların əlinizə keçirdə, topraqların əlinizə keçirdə, mədənlərin, hər şeylərin əlinizə keçirdə bilirsiniz və beləliklə eləyə bilirsiniz ki, şey olar. Amma deyir ki, ondan sonra fəzilət gücdür. Ki, fəzilət deyir ki, millət, insanların, o ordu gücü zorlanan insanları muti edir. Fəzilət olan insanda insanlar özləri düşürlər bu insanın arxasından. Əgər bu insan fazil bir insan ola, özdə hakim ola, daha çox şey olar, təbii qüdrət edirlər. Bu təbiidir və qüdrəti də məşru edir, əxlaq kimi olur toplumda. Ondan sonra soruşdum ki, fəzilət nədir? Sən fəzilət deyirsən, bu fəzilətdən nə anlam alaq? Biz məsələn, fəzilət nədir? Əlbəttə, Konfüsiyusun baxışında fəzilətinə tərif edibdir. Ona da gözəl bəhs atıbdır, 6 dana, 7 dana kriteriya gətiribdir, müşəxsəsə gətiribdir ki, bunlar olsa fəzilət hesab olur. Onlardan biri nədir? İnsan sevmaqdır, insanları sevmaqdır. Onlarla ürək bir olmaqdır, onlara məhəbbət göstərməkdir, budur. Ondan sonra adab-ı ədəbdir. Adab-ı ədəb nədir? Riayət-i mənasik. Gəlcəkdə nədir oturub duracaqsan o birislərlə, nədir danışacaqsan, onlardır. Düzlük və ədalət. Bu da üçüncü kriteriyadır ki, fəzilət hesab olur. Yəni bir adamda düz olsa, bu adam və ədalət axtarsa, ədalət də o ya öz inancının əsasında bir bu çərçivə vardır. Bu mənim zərərimə də olsa ədalətdir, xeyrimə də olsa. Da dəyişdirmir o standardı adamlara görə dəyişdirmir. Ya da ki o qanun ya din onun əsasında deyir ki, bu mənim zərərimə də olsa, xeyrimə də olsa. Əgər bu cürsə, amma bəzən bilirik ki, dinlərdə, xüsusən ideolojilərdə hər kəs tərəfdar olsa o dahi yaxındır, ona bir imtiyazlar verilir. Orada ədalət pozulur məncə. Ondan sonra deyir ki, bilginlik və bilicilik bu da fəzilətin bir tərəfisidir və ən sonu da düzlük və vəfadarlıq. Bunlar fəzilət hesab olur. Bunlarla gəlir, fəziləti artır, əlbəttə davamı vardır. Laetiqdə də deyir ki, qudrət-i həqiqi tano bilir. Adını qoyur tano. Deyir ki, bu da təbiidir, qeyri-təhmilidir. Yəni, qeyri-təhmili və yumuşaq gücdür. Buna deyir ki, tao ya həqiqi qudrət. Gərək bu yəni, beləsi deyim, bir adamlar vardır ki, dövlətdə deyirlər, orduları da yoxdur. Amma, məsələn, fətva verə bilir. İnsanlar gedirlər bunun düşüncəsi yolunda. İndi bu bir dana bir təhmil olmamış, qanunsuz, gücsüz bir insandır, amma o birisi insanlar özləri, öz əlaqələri ilə, maraqları ilə. Məsələn, bu günləri İsa'nın tərəfdarı, Musa'nın tərəfdarları, Həzrət Məhəmmədin azarkeş desək, bəlkə bilmirəm azarkeş demək olar, yox, tərəfdarları, bunlar, məsələn, bu günləri heç bir güclə bunlar ona tabi deyirlər. İstədikləri üçün, öz göyüllərindən ona tabi edirlər. Məsələn, bunu deyir ki, tao deyir buna, yəni həqiqi güc və bunu deyir ki, şey deyil, zorla deyil, təkliflə deyil, təhmillə deyil. Və deyir, əlbəttə, bu cür adamlar məmulən o ordu gücünü ya o güc edə bilir insanlara təhmil edir, deyir, ondan qatarlar. Çanakkaya ya Kiya, hindili bir adamdır, bu da çox qədimdə olubdur, Bağıstan zamanlarda. Bu da deyir ki, qudrət əslisi siyasətin əməlinə bağlıdır. Siyasətmədarların əməlinə, onların əlində olan gücə bağlıdır. Onların davranışına bağlıdır. Onlar hər neynəsələr o güc hesab olur. Çünki güc onların əlindədir, hər neynəsələr olur. Əlbəttə deyir ki, bu da Machiavelliyə bənzir. Burada yazıbdır ki, dəqiqən Machiavelli kimi düşünür ki,
güc siyasetmədarın əlindədir. O nə cür istəsə, insanlar da o cür olar. İnsanlar onun əlində xəmirdilər. Beyinlərini dəyişdirə bilər, baxışlarını dəyişdirə bilər. Dünənəcən Əraqla 8 il savaş elər. Düşmən bu günləri pulunu aparar qoyar orada. İnsanlar da mərci açar. Ağa gedin, məsələn 2 milyon nəfər piyada getsin, yeməklərini də verəcəm, getsinlər orada eyləsinlər. Bu cür bir şey ola bilər. İbn Xəldun gəlir, sonra müsəlmanlardan İbn Xəldunu deyir ki, güc əsəbiyyətdir. Əsəbiyyət nədir? Bir elin, bir tayfanın, bir millətin qandan dolayı, dindən dolayı, dildən dolayı, topraqdan dolayı bir-birinə bağlı olub, bir-birindən himayət eləməkləri. O şey ki, biz qədim Oğuz bəy, əgər yazılacaqsa, həmşəhri deyə çox şey olurdu. Məsələn, gedirdiniz Tehrana, mən həmşəhrin qızı, Tehranın o xiyabanların hamısı qışqırdı, mən Türkəm, ay bir Türkçü vururlar, insanlar Türklərdə sizə köməklik eləsinlər. O bağlılıq ki, insanlar öz və o bağlılıqda Oğuz bəy, bir şey mən bunu özümün təcrübəmdir. Əgər siz orada desəz ki, mən ədalət axtarıram, görək ədalət kimdədir, əsəbiyyət yoxdur. Əsəbiyyətdə hətta sizin qanınızdan olan mücrim də olsa onun yanında olduğunuz üçün əsəbiyyət. Siz ondan himayət eləməlisiniz. Bunun üçün mən fikirlərim ki, bu günləri dünyanın bir çoxunda, məsələn Amerikada əsəbiyyət hakimdir, məncə. Çünki bir Amerikalı dünyanın hər yerində olursun, dövlət adamı ola olmaya tutulsa, bu dövlət və bu millət onun bir yeksartlığın adam öldürsün, falan, bəhman onun oradan çıxartmasına, onu nəhayəti budur ki, biz özümüz mühakimə edək deyə kapitalizasyon qoyublar da. Məncə bu elə modern əsəbiyyət budur və düzdür. Mənim nəzərimdə düzdür. Yəni, bir millətdə əgər yoxdursa bu, belə bir düşüncə yoxdursa, məncə o millət hələ millətlik mərhələsinə keçməyibdir. O millət bir ayrı millətin sümürgəsi altında, işğalı altında, beyni işğaldadır məncə. Mən belə düşünürəm. Mənim şəxsi nəzərim budur. Hər halda İbn Xəldun da bu gözəl nəzəri qoyur ortaya ki, o zaman da ki, bu əsəbiyyət, zəifliyə güc aradan gedər Oğuz bəy. Tamam gücləri əldən verər o millət və işğal olar. Gözəl. Mevlana fərqli bir düşüncə qoyub altıya. Siz də ki, Mevlana ilə çox tanışsınız, bilirəm. Mən də uşaqlığımdan bu böyük arif ilə. Bu arif, yəni filsuf da, həm filsufda, həm irfanda, amma çox buna fəlsəfə qələbə eləmir, çox irfan qələbə eləyir. Bu da deyir ki, əsli güc Allaha olan eşqidir və Allahda fəna olmaqdır. O gücə, əlbəttə bu da gücə çevrilir. Yəni, əgər bir insanlar gələrlər, bu mərhələyə yetişərlər, bir toplum bu mərhələyə yetişər, bir şeydə birləşirlər. Əsəbiyyət deyil bu. Bir cür bir aydınlıqdır, bir ayrı yoldur. Yəni, onda bir ayrı aydınlıq görə bilirik, bəzilərdə bunu aydınlıq görə bilməz əlbəttə. Hər halda bu adam bir ki, eşikdəki güclər, yəni o şey ki, Allahdan qıraqdır, Allaha inanmaqdan, Allah yolunda çalışmaqdan İraqdır. Bu İraq olanlar deyir ki, bunlar getdi güclülər, gedi tezi aradan gedərlər, ya topalarlar, ya azallarlar, nəvəsandadırlar hər halda. Ondan sonra əlbəttə mən Qur'anda soruşmuşam, Qur'anı nədir görürsən, o Qur'anı deyib ki, Qur'anda güc nədir? Mütun İslamidə, xüsusən Qur'anda deyir ki, qudrət Allahdan tapılır ki, tamam güclər Allahın əlindədir və Allah istərsə birinə güc verir, istərsə vermir və burada əlbəttə qəzavı qədərə və səbrə gedir ki, o cümlədən deyir ki, Allah qadir mütləqdir, Allah qədirdir, qəhhardır, əzizdir. Bunlar Allahın gücünü görsə, bilirik ki, Qur'an buna, yəni dünyada olan gücü təbiətdə bilmir hətta. Qur'an gücü verir Allaha, deyir Allahdan nəşət tapır, ondan da insanlara müntəqil olur. Ayrısında deyir ki, Allahın gücünün yanında Qur'an yenə bunu qəbul edir ki, Allahın gücünün yanında insanlara da güc verir, amma bu güc təqvi ilə, ədalət ilə və Allahdan qorxu ilə məhdud olmalı. Yəni ona bir hudud qoyur. Allahdan qorxmaqdır, təqvadır, ədalətdir. Bunlar insanın gücün məhdud eləmək üçün gəlirdir. Ayə də gətirib də Farabidə deyir ki, qudrət məşru, ya o ki eləyə bilər şey olsun, əql və qanundan
Bu çox gözəldir. Oğuz bəy, sizin baxışınıza çox yaxındır bu Farabinin. Batı, yəni əski Batı filosoflarının bir türlü Türk mentalitesi ilə qarışığı və bir türlü İslam mentalitesi ilə qarışıq bir düşüncəsi var da Farabinin. Farabi Türk filosoflarının ən böyüklərindəndir. Oğuz bəy, mən bir şey ki bu şeydən tapdım. O da budur ki, Batıda gücü və siyasəti tərif edən insanların hamısı içində istisna ola bilər. Amma yox idi. Mən yəni AI yazdığına baxırdım. Hamısı siyasətdə rol oynayıblar. Ya şah olublar, ya şah oğlu olublar, ya məsələn bizim dilimizdə vəliəhd olublar, ya vəzir olublar, ya vəziri, savaş vəziri olublar, ya fərmanda ordunun başında olublar. Bunlar gücü tərif ediblər, siyasəti tərif ediblər. İslam dünyasında və şərq dünyasında bir-iki isim çıxandan sonra ki, məsələn o cümlədən Çinlili çıxandan sonra, Konfütsiyusu çıxandan sonra ki, o da şahzadədir, qalan hamısı siyasətdən qıraqdadırlar. İlla iki nəfər ki, Türk dövlətlərində, dövlətin içindədirlər və gücü və siyasəti tərif ediblər, kitab yazıblar. Bu iki dananın çıxanı sonra. Hər halda Farabi çox gözəl deyir ki, güc, məşru güc əqlidən və qanundan çıxar. Bu iki danadan qıraqdaşını qəbul eləmir Farabi. Diktatorluğun məsələn bunun üzrünə qəbul eləmir bu adam. Onun üçün də Mədinə-i Fazilə adında bir şey yazıbdır. Orada gücləri ayırıbdır. Güc nədə olar, nədə olar, nədə olar. Və sonra da onların çoxunu deyib ki, bu kafirdir, bu nədir, bu nədir. Dairədən çıxardıbdır. Onun nəzərində fəqət o şeydir ki, hikmət və şəriət bir-biri ilə işləsə, sonunda çünki buyurunuz Türk və İslam və Qərb. Düzdür. Burada gəlirdi ki, əgər hikmətlə Farabi. Mən Farabinin düşüncələri ilə çox-çoxdan vaqifəm. 90'larda bizim bir profesorumuz var idi. O Farabi üzərine doktorasını almaq istəyirdi. Adını gətirməyəcəyəm. Ancaq Farabinin yazılarını oxumağında şey çəkirdi. Çəkirdi. Və o zaman mənə bəlli bir hüquq bağlandı ki, mən ondan yardım eləyəm ona. Çünki roman oxumaq, yəni zaman çəkir də, ya 4 səhifəni siz, indi ərəbcəsi var, türkcəsi var, yəni farscası var. 4 səhifəni görə bir gündə oxuyasınız, 40 səhifəni bir gündə oxuyasınız, o da istəyir işini görsün və mən öyle bir yardımda o zaman, yəni birinci olarak təbii ki eşitmişdim mən Farabini öncədən və o, yəni belə ortaokulda da belə nəzəri oxuyanda da. Ancaq akademik olarak mən o zamandan aşina oldum, 90'lardan, 92-93'ten. Və sonra mən özüm belə buna, nə deyirlər, dedim ki, çox maraqlandım ki, nədir bu, kimdir bu? Çünki biz hər zaman bunları İrani filosoflar, Fars olarak, Abu Ali Sina'dır, budur, Beyruni'dir, bunlardır. Əlbəttə sonralar mən anladım ki, bunlar hamısı yalanımış. hamısı Öyle İlzamen öyle değil. Yani bir de Türk filosof diye bir şey yoktur yani. Fars filosof diye bir şey yok. Filosof filosoftur. Ve o Türk değil. Ama bu Farslar getirirler onu, yapıştırırlar oraya ki İrani filosof. İrani filosof diye bir şey yoktur. Fransız filosof diye bir şey yoktur. Düşünce sahipleri vardır. Bilim sahipleri vardır. Düşünce vardı, Alman düşünceli vardı. Anlıyorum ama o olur o mektep. Ha da Alman felsefesi olur mektep. O Alman milletine ait değil. Açıkça Nietzsche diyor ki ben azcığım diyor. Ben bu milletten değilim. Yani böyle bilirler de. O diyende onun mektebini değildir. Ona, ama bizim tarafa o siyasileştirmişler bunları. Ona göre filosof İrani, alim İrani, mesela Cabir ibn Hayyan, ne bileyim, Ebu Ali Sina, ne bileyim, onlar iş hamısı bunları onu öldürüblər. Şeyh Şahabettin Şəbistərim, üz istəyirəm, söhrə verdiğim barəsində yazmışam. Felsefe-i İşrak. Bu ki adam söhrə vertlidir. Ondan sonra öbürü Güya Təbrizli deyilən adam Xoyludur Güya. Veya Celalettin sizin Mevlana dediğiniz adam açıkça bellidir, haralıdır ve harda yaşayıbdır. Ve herhalde bunlar demək istəyirəm ki,
ben bir şeyle, Farabi'nin böyle aşina oldum ve çok onun düşüncelerine onu ve İbn Haldun'a yani en başta benim doğuda ve Müslüman hatta dünya doğusunda biraz önce dedim. Ben sayabilsem eskilerden, modernlerden çok var. Modernlerden çok var. Arap dünyasında çok güçlü filozoflar ve öyle Türk dünyasında hatta İran'da da başka yerlerde de var. Müslüman tarafında. Ancak eskilerden tabii ki İbn Haldun ve Farabi en yüksek yerlerdedir. Ve Ebu Ali Sina ve Ebu Abu Ali Ali Sina. Sinanın da nəzəri Farabiyə yaxındır. Buyurun. Yəni Kimi? bu da deyir ki, hökumət gərək əqllə vəhm üstünə. Hökumətdən danışır, çünki hökuməti mərkəzi güc bilir. Efendim? Kiminki? İbn Sina. Ha, İbn Sina. Düz. İbn Sina Hətta buna da bir dənə serial düzəldiblər Türkiyədə. Çox gözəldir, amma təəssüflə baxmaq olmur, hamı baxa bilmir. Çünki gərək pul verib baxasınız buna. Amma orada bu adamı çox gözəl təsvirə çəkiblər. Mən bir-iki bölümünü görmüşəm. Çox gözəl işləyiblər, görməlidir. Hər halda, ki, hər halda bilirsiniz də, müsəlmandırlar bunlar. Birincisi budur ki, bunlar müsəlmandırlar. O müsəlmançılıq... Problem budur ki, Müslüman değiller. Yani biz bunları deyirik mesela Razi. Ondan sonra deyirik ki yani Razi en tanınmışlarındandır. Veya öyle Beyruni veya öyle Abdülhali Sina ki onu danışırıq veya Farabi. Biz bunlara yani düzdür ki ahirde getirip öyle bir yerde cəm edirik bunları. Yani İngilizce'de deyirik ki Islamic philosophy, Müslüman filozoflar veya alimler yani. Halbuki yani özlerine, hayatlarına bakanda görürük ki elə İslam alimləri aynı zamanda ki bunlar yaşayıblar, İslamın böyük müftiləri. Bunları tekfir eləmişlər. Demişlər ki, bunlar Müslüman Nehyələr var burada, o cür ki hamısı təşkil edib. Bir de başka İslami alim olmalıyıq ki biz. Ki deyək ki biz o müftiləri sözlərini nəqz edirik və Ebu Ali Sina kafir deyildi. İbn Haldun İndi onu beləsi deyək da, hayat sürecinde onu tekfir etmişler. İslami baxışda bir dənə məktəb yoxdur. 10-15 dənə məktəb vardır. Onlardan biri də fiqhdir. Yəni məktəblər, müxtəlif məktəblər vardır. İnsanların, yaşamların və düşüncələrin əllərini alıb aparmaq üçün. Biri də şəriət deyəndə, yəni fiqh deyək. Bunların bəziləri çıxıblar, müxalif çıxıblar, bəli. Yəni bunlar bir-birlərin fətva veriblər. Amma məsələn deyək, Mü'təzilə İslamda böyük bir məktəbi fikridir. Yəni bu günlərdə düşüncə fikrinin İslamda düşüncə fikrinin payalarından biri Mü'təzilədir. Bəzən hətta tərəfdarlara hakimiyyətə gəliblər, bəzən də hakimiyyətdən həzf olublar, qətlam olublar. Yəni bu olubdur ki, bir nehlə-i fikri, bir fikrin tərəfdarları işə gələndə o birisinə çətin tutublar, ya o birisinə fətva veriblər. Bu bundan anlamında deyil ki, yox olubdur, ya məsələn deyiblər, yox qəbul. Amma adamlar var, yəni içində şəxsiyyətlər var ki, bir fikirləri qəbul. Elə indi də o cürdür. Elə bu günlərdə siz Təbrizə getsəz, ya Tehrana getsəz, ya Məşhədə getsəz, ya Quma getsəz, ya Kərbəliyə getsəz, bəzi filozofları, hətta mən sonra zamanlarda gördüm, deyir ki, bunun kitablarını əlinizlə götürsəz, əlinizi gerekəcək qusl eləyəsiniz. Belə düşüncələr var yəni. Bayaqları dedim, bunlar sənət ilə də müxalifdirlər, bərq ilə də, suyu ilə də, nə bilim, maşınla da, hər şey. Mən müsaade edin, mən də o görüşümü deyim. Müslüman filosof demək, bu kələməni, bu sözü düzəltmək yanlışdır. Çünki birinci bu ki, İslam felsefe ile uyuşmaz. Çünkü felsefe insanı düşünmeye davet eder. Halbuki İslam düşüncesi, İslam varlığı ve bütün talimi düşünceye davet etmez. Felsefe dünyevi bir bahsidir. Felsefe insanın bugününü ve yarınını getirmek ister. Yani ona göre Hristiyan filosof demek yanlıştır. Yahudi filosof demek yanlıştır. Ve Budist hatta demek. Fark edilmez. Filosof bize göre filosof düşünürdü. O düşünüş sahibidir. Bir düşünüşü yürütmüş.
Onu yürütmüş ve geliştirmiş. Demiş ki ben bu düşünceyi koymuşam oraya. Ve olabilir ki 500 yılda onun düşüncesine baş vermemişler. 500 yıldan sonra demişler ha filancasının düşüncesinde filan değerli şey var. Veya hiç zaman derde değmemiş. Veya çok da beter meşhur olmuş. Mesela en çok filosof diyende kimin adı herkesin aklına gelir bilirsiniz. Eflatun, ne bileyim ben halbuki. Karl Popper de büyük filosoftur. Düzü yani. Mesela bu ki dünyada en çok filosof diyende kim Farabi'ni demezler. Yani cennet. O önemli değil. Ancak biz Farabi'ye veya Ebu Ali yani bizim bu bölgede ve böyle de yazılarda çokları biraz önce de dedim İranlılığa da biz şey ettik. Farsça'da okuyorlar ki filosofan-ı İrani, mütefekkiran-ı İrani, filosofan-ı Müslüman öyle bir şey yoktur. Yani Islamic philosophers diye İslami filozoflar ben onun manasını bilmiyorum ki ne demek Müslüman filozofu. Çünkü İslam'ın otoriteleri vardır. İslam öyle bir şey değil ki hamının milletin düşüncelerine. İslam yukarıdan İslam'da bir Allah var. Allah bütün kudrete, her şeye sahiptir. Her şeyin sahibi odur. O maliki, mülki, ceberut ve enfüs ve afaktır. Her şeyin sahibi odur. Her şeyi o tayineler bir yaprak. Bir ağaçtan düşmez onun izni olmaz. İslam'a göre böyledir. Ve burada düşünce kapanmıştır. İslam'da ve İslam'da hirami bir şeydir. Allah'tan gelir, sonra Allah'ın gölgeleri, züllullahlar, ayetullahlar başlar ve ya olsun, ya müteziləsi olsun, ya Şiə, Gali Şiəsi olsun, fark eləməz. Bunların otoriteleri var. Yani büyük mollaları var, müftileri var, büyük yani şeyhleri var. Onların hökmləri var. Onların hökmlərinə görə təqribən bütün filosoflar ki, biz onları yanlış olarak, yani biz deyəndə bile üniversitelerde de öyledir. Müslüman filosoflar, Islamic philosophers çağırırlar, onların təqribən hamısını şey etmişler, tekfir etmişler. Mesela siz buna benzer ki Selman Rushdie'ye biz diyek ki Müslüman yazar. Tabii ki Müslüman da olmuş. Tabii ki Müslüman bir ailede bu. Olar biliriz. Biz de biliriz Ebu Ali Sina bir Müslüman ailede. Adı da Ali'dir. Yok Ali oğludur adı. Ebu Ali'dir. Herhalde mesela budur ki biz onu biliriz. Onu bilende o onu şey etmez. Düşünün ki dünyada mesela bir tanınmış bir ilim yerinde mesela Sırnı'da birisi orada çalışır. Mesela Budist ailede büyük gelir. Biz ona diyek hey Budist alim. Öyle değil. Ben istedim bu markaları bunların üstünden götürək. Bu düşünür. Çünkü o düşünür onu demir. Ebu Ali'sine demir ben Müslümana. Problem budur. Deyir ki, həmə dəhliyyək Müslüman an həm kafir özün deyirdi orada. Yani mesela budur ki biz ondan eşitmirik bunu. Biz yani özümüzü aldadırıq ki İslam dünyasının filosofları. İslam dünyasının filosofları yok. Bəy, indi burada bir tarixi fəlsəfə, fəlsəfənin tarixini. Fəlsəfənin tarixini necə görürük ki, məsələn, batılı, geçən 100 ili demirəm, geçən 150 ili hətta demirəm. Ondan qabaqçıların, filosofların, mən bildiyim qədər, %90'ı kilisada dərs oxuyublar, kilisada gəliblər üstə, kilisada fəlsəfə yazmağa başlayıblar. Biz bu günlər indi məsələn hər kəsdən danışırıq, fəlsəfədə tarixi fəlsəfə deyək, ya əqaidi fəlsəfi deyək. Görürük ki, bunlar Məsihiyyətin kilisalarından çıxıblar. Orada çalışıblar ki, Məsihiyyətin fəlsəfiləşdirələr, belə deyək. Ya Məsihiyyətdən baxışı dünyaya yaralar, onun üstündə gəliblər. Görürsünüz ki, çoxu da elə indi də baxanda görürsünüz ki, şeydirlər, çox şədid Hristiyandılar və Məsihə yetkəndə də kullən dünya dayanır. Fəlsəfə əslində orada İslam dünyasında da, yəni müsəlmanların içində beləsi desək, müsəlmanların içində də görürsünüz ki, məsələn Farabi deyir ki, vəhy və Allah. Ya bir şey deyir ki, İbn Sina deyir ki, vəhy və əql. Farabi deyir ki, şəriət və əql. Bura gələndə şəriət hangi şəriətdən danışır? İslam şəriətindən danışır. İndi bir dana məzhəbə mötəliddir. Deyir ki, bu İndi hər nə mənə Hənəfi olsun, Həmbəli olsun, Şafii olsun, Cəfəri olsun, hangisi olur olsun o 5 dənə məzhəb içində Şiədə əksəriyyətdədir. Bunların birinin şəriətin qəbul edir. Deyir ki, mən bu çərçivədə və əqli də buna
hakim eləyərək görürəm gücü. Məsələn, ya siyasəti. Məsələn, Farabi o Mədini Fazilədə oturur ki, deyir, şəhərlər nədir olmadı, Mədinə, neçə cürə Mədinə vardı. Bunlar oturur məğz-i mütləqdən. Yəni, yoxdur dünyada o tür bir şəhər. Amma orada onu zehnində yaradır. Bir ağa zehnimizdə yaradırıq, ona deyir şey mənə, vücud-i zehni. Vücud-i zehnini yaradır ki, bu zehnimizdə vardır, belə bir şey ola bilər. Necə ki, məsələn, Əflatundur, hansısı cumhuriləri yaradır da, neçə dana şey, hökumət yaradır, biri də olur cumhuri, məsələn, zehnində yaradır, eşikdə yoxdur. Yox. İbn Sina da deyir ki, vəhy və əql. Vəhy deyəndə hangi vəhyidən danışır? Qaidətən Qur'andan danışır. Yəni, indi Qur'anın deyək ki, nə qədərsin əql də bilir, ya vəhyi bilir, nə qədərsin bilmir, orasını danışmır. Çünki, məsələn, muhtəqid dilər ki, Qur'an əl apar. Ya bəzi yerlər siz də indi işarə edirsə, əql ilə cür gəlir, ya cür gəlmir. Mənim nəzərimə, məsələn, bəzi yerdə İslam, məsələn, əfələ təbirun, əfələ təqilun, əfələ filan, bunlarda əqlə təşviq edilir. Amma bəzi yerdə var, deyir ki, məsələn, sizdən sual elərlər ruhdan, deyin ki, ruh Allahın əmridir, siz baş tapasınız, özdə cavab vermir nədir. Yəni, bu cür bir şeylər var. Yəni, Ərəbcədə efendim? Ağlın Ərəbcədə anlamını bilir misiniz? Heç diqqət eləməmişəm ki, baxım görüm ki, zehnimə soruşdunuz, bilmirəm, gəlmir ki, bilirəm, yox. Ağl... O şey ki, yəni, buyurun. Buyurun. Baxıram, qulaq asıram, gəlirəm, görüm, zehnimə gəlsin ki, nədir kökü? O şey ki, biz ona us deyirik, Türkçədə. Ki o olur, İngilizce'de olur wisdom. Huş sözü Farsçaya öyle girmiş, us sözünden girmiş. O şey ki biz ona düşünce deyirik, o şey ki biz ona us deyirik, o Arapçada ne olur? Ağıl. Sonra gelip bizim dile girandan sonra olur ağıl, Türkiye'de de akıl. Bunun özünün köken anlamı var da bu kelimenin. Sizle danışarken ben düşündüm ki, yani bunun köken anlamında bilməliyik də. Necə ki, us beynin zekası. O Fars, Arapçada ona zeka deyirik, onun mənasına gəlir. Və hər halda ağıl, buyurun. Kulaq asın. Arapçada ağıl biraz önce dedim ya, o bir başmağı bağlayır onun ayağına. O anlamına gəlir. Yani bir şeyi bağlamak. Yani bir şeyi temkinleştirmek. Ve her halükarda bunun en köken anlamı o zaman ki bu dilciyeleşirmiş, İslam'la alakası yoktur. Veya sizin dediğiniz Kur'an'ın ki orada soruşur ki bazı yerlerde soruşur, niye ağıl elemirsiniz, niye ağlı kullanmırsınız? Atalat ağlı. Ben onu yalnız istedim diyeyim çünkü bir fırsat olsa ki mən də o düşüncəmi bu barədə deyəm, illa da ki, ağıl barəsində. O da bağlamaq və bir şeyi bağlamaq və bir şeyi məhdud etmək və bir şeyə bağlamaq bunun kökən anlamıdır. Yəni, bu və ağıl odur ki, əslində usu qapatır bizə görə. Bu barədə gənə də danışarıq. Ancaq biz hər şeydən danışırıq, çox şeylərdən danışırıq. Amma dağanaq olur söhbət. Yox, yəni söhbətimizin rəvalı budur ki, güc nədir? Gücü indi aparırıq, ortada sözlərində onu da danışmaq lazımdır. Çünki məsələn, fərzən bir söz ki, cənabınız buyurursunuz, mən əgər onun tərsəsi ya bir yerdə vardı, ya biraz bilirəm, onu deməliyəm ki, bizim dostlarımız ki, qulaq asacaqlar ya asırlar, onlar bilsinlər ki, burada biz bir dana öz nəzərimizi deyib, onun üstə dayanmırıq. Şunun müxalifi də vardı, belə düşünənlər də vardı, düşünüblər. İbn Sina dedik ki, deyir ki, güc ibarətdir, əql və vəhyin ikisinin birləşməyi. O zaman ki, bunlar ikisi birləşdilər, onda əql olur. Və deyir ki, o zaman ki, əql və vəhdə olan, əql ilə vəhy olan, amma ədalət olmaya güc fəsada gedər. Baxın, bir dənə etiraz galibdir. Adam deyir ki, yəni, o da mütləq deyil. Nə əqli mütləq ötürək azad öz başına, nə də ki, vəhyi ötürək öz başına. Bunlar ikisi bir-biriyle işləyəcəklər, amma ədalət vəsətdə olmasa fəsada gedəcəklər. O da, mənim nəzərimdə bu baxış gözəl bir baxışdır. Xacə Nəsiruddin Tusi Təhddə müsəlman şeylərində
siyasette olandır. Bu da kitabı vardı. Bunun bir şey, o siyasi bakışların eyni o şey kimi Prensi kim yazmıştı? Prensi Machiavelli yazmıştı. Machiavelli. Machiavelli ki orada qüdrətdədir, müşavirdir, şahın müşaviridir. Uzun süre yazılarında zindanda yazmış. Yani. O tamam, hamısı da beləsi olublar. Yəni deyir ki, bu da yəni Xacə Nəsir də Əxlaq-ı Nasiri kitabında gəlib düşüncələrini qoyubdur və qüdrəti üç yerə bölübdür. Biridir ki, qüdrət nəfsidir. İnsanın öz içində bir şeydir, odur. Biri qüdrəti tədbir-i mənzildir. Evinizdə gücünüz vardır, bir iş görəsiniz, görməyəsiniz, neynəyəsiniz. Və ondan sonra tədbir-i Mədinədir. Mədinə, yəni ölkə. Şəhər adında gəlir, çünki o zaman şəhərlər çox kiçik bir yer idilər, ona görədir. Amma ölkə, yəni o ölkəni, burada deyir ki, ədalət, əqlaniyyət və hikmət. Üçü bir-birinin işləsə gücdür. Bir-birinin işləməsə güc deyil. Burada ədalətdə bəlli olur, məsələn, tərif verir, əqlaniyyətə tərif verməlidir, hikmətə tərif verməlidir. Bu üç danası gərək bir dana ya beləsidir, ya gərək bir şura ola ki, bunların hamısı ola. Ya da bir adam ola ki, şah olanda da gərək bir cür ola ki, bu üçün də sahib ola. Üçün də sahib olmasa, o güc düz deyil ya da düz yerdə işlənmir. Hər halda onu işlədir. İbn Xaldun gözəl bir tərif veribdir. O da dedim, əsəbiyyəti bilir. Əsəbiyyəti deyir və deyir ki, dövlətin gücü cəmidən gələr, fərdidən gəlməz. O zaman ki, bunun yadınızda olsa, mən də bir şey yazmışdım. Cənabınız da dediniz ki, bu üstündə toplandı, işləmişsiniz falan. O da budur ki, bu bizim indi İran deyilən yerdə biz vergi veririk. Və bu vergini dövlət zorla bizdən alır, özünün mənfəətinə, bizim zərərimizə, yəni millətin zərərinə işlədir. Biz əgər istəyək ki, bir topluma, güclü topluma gücə çevrilə, gərək gələk bu Kanadada da olan maliyyat var idi, da ürəyizlə maliyyat verir. Yəni sevgi ilə gedir maliyyat verir. Latarı alırsınız, o latarının pulu bəlkə dövlətin büdcəsindən ilk başında çox gəlir. O nədir? Budur ki, insan deyir, mən gəlirəm bir partiyə üzv olam, orada özüm məsələn aylıq verəcəyəm ona, maliyyat verəcəyəm, mən vergi verəcəyəm. Mən o dövləti rəsmiyyəti tanımıram ya da o zorundan alır. Amma bu dövlət ki, özüm istəyirəm düzəldim, onun da bir parçası olam, ona vergi verməliyəm. Burada o cəmdir burada. Bilməm, kimiydi danışdıq bu məsələni, dedi ki, fikir edin ki, məsələn, bizim 100.000 dana üzvümüz ola ki, ürəyi istəyə buna vergi verə, özü verə. Ayda hərəsi, məsələn, 10 dolar versələr, 100.000 dana şey eləyəndə 10 milyon dolar ayda bu təşkilatın pulu olur. Eləyə bilir ki, işlətsin, eləyə bilir ki, təxəssüs qoysun, eləyə bilir ki, təlim versin, eləyə bilir ki, proje qoysun. Amma o zaman ki, cəm yoxdur, cəm olmuruq və cəmdə də vergi vermirik. Yəni cəm olanda da deyirik, vergi yoxdur, bir ayrısı bizə pul versin. Vergi istəmirik. Onda bu məncə gücə çevrilmir. İbn Xaldunun nəzəri məncə doğru gəlir. O da budur ki, mütəəssifanə deyir ki, bəzən də bu güc üstə var, indi görürük, çox məmləkətlərdə budurdur. Deyir ki, o gücdən gələn gücü hətta da apararlar. Rifaha apararlar və yavaş-yavaş aradan gedər. Bu da onun nəzəridir. Ondan sonra irfanda da calibdir. İrfanda da eyni şey kimi, Mevlana kimi baxırlar üst-üstə. Əsli qüdrət içdəki gücdür. Əsli güc hər adamın özünün içindəki gücdür. Bunun toplumda gücü bilmirəm, nədir görsənə bilər. Bunu ki, fəna-i fillah da yox belə şeydir. Seyyid Qutbun nəzəri var. Seyyid Qutb da deyir ki, o zaman ki, Allah istədi hakimiyyət düzələ, onda güc ondadır. Yəni Allah rəsmiyyəti tanımır o birisi gücləri. Deyir ki, məsələn, güc ki, orduda ola, güc ki, nə bilim, pulda ola, ayrı bir şeydə ola, onları rəsmiyyəti tanımır. Ya, hətta o hakim ki, o hökumət və hakim ki, qeyri Allahdır, onun da deyir, gücü var, amma mən qəbul eləmirəm. Məsələn, biz də əlamsən İranda dövlətin gücü var, qəbul eləmirik, amma onun altında yaşırıq. Yəni, bizi məcbur edib ki, vətənimizdən qaçmışıq,
dünyanın bir ayrı yerində vətən üçün çalışırıq. Əhli şəriətini də burada mətrəf edirlər, amma Muhammed Abdu və Reza Abdu bunlar ikisi də bir şey qoyublar ortaya. Həsən Bənna onların indi yaptonudur İxvanul Müslümində. O da deyir ki, qudrət, siyasət, şəriətdən çıxır. Yenə də qeydir o qabaqdakıları. Hər halda İslam indi bunu yenə siz qəbul eləmirsiniz, amma belə bir təqsim eləyəndə, yəni elmdə şey eləyirlər, təbəqə bəndi eləyirlər ki, rahatca danışa bilsinlər. Canlılar ya gəmirçəklidirlər, sümüklüdürlər, ya sümüksüz, ya dəridirlər, ya dərisizdir. Məsələn deyək. Burada da biz indi gəlib burada danışanda məcburuq deyək ki, bir müsəlmanların bir filosofları var. Bunlar əksərən hamısı bağlıdırlar. Beni o dinə bağlıdırlar. İslam dininə bağlıdırlar və güc ibarətdir. İslam dininin tərkibi onun qanunlarının, tərkibi əqlinə və hakimiyyətdə olmaqla. Əksəriyyət bunu düşünürlər. Heç birisi əslində gücdə olmadıqları üçün, mənim belə düşüncəm budur. Gücdə olmadıqları üçün, gücü yaşamadıqları üçün, gücün altında olduqları üçün gücü tozih ediblər. Ya biraz qatıblar ki, o şahı məsələn dəyməsinlər, o xəlifəyə dəyməsinlər. O cür bir tərif veriblər. Amma o Batı dünyasındakılar o gücün içində yaşayıblar. Gücü emal eləyənlərdən olduqları üçün daha çox vaqei, həqiqi tərif veriblər. O yaşamda olan gücdən tərif veriblər. Fərqi mənim nəzərimdə bu iki dənə oradan çıxır. Çox İslam dünyasında çox mentali baxıblar, çox ağlı baxıblar, çox düşüncə səthində baxıblar. Heç vaxt əməli səthindəki toplumda bu nə cür işlər ona baxmıyorlar. Buyur. Yani biraz dedim de biraz dağınıq şeydi. Hələ galiba o ki bəllidir buraya gələn bir saatdan çoxdur danışırıq. Geçən dəfəki danışığımızın davamında danışırıq. Öyle değil mi? Galiba. Mənə görə hətta biraz müqayisə ettiniz. Yani Doğu ilə Batının düşüncəsi və ola yaxlaşımları. Hətta biz Doğuya baxanda Doğuda daha çox otoriterlik görürük geçən neçə min ildə bunların o idarə sistemlərində və yəni daha çox arz edirəm, öyle ağ-qara deyil. Batıda da daha çox değişik düşüncələrin olduğunu, hətta hakimiyyətdə də, yəni şahların, hökumətlərin daha çox gücünün paylaşıldığını görürük. Həmən Abrahamik dinlər ki, İbrahimdən deyəlim ki, başlaya, nə bilim, Musa'dan, İsa'dan, Muhammeddən ki, ən böyük tanınmışlarıdır bunlar. Həmən bunların biri daha çox batıya gedəndə, yəni batının millətinin tərəfində mənimsənəndə, yəni Xristiyanlığı arz eləyirəm, orada biz baxırıq görürük ki, onların tərifi bundan üçlüyə dönür. Halbuki aynı düşüncələri biz doğuya gətirəndə birliyə dönür. Yəni təvhidə və vəhdətə. Mən bunu fəlsəfi olaraq baxıram bu bəhsə yalnız. İndi burada. Birinci olaraq bu söhbəti sizinlə eləyirəm və birinci olaraq bu söhbəti sizinlə danışıram. O da budur ki, biz aynı düşüncələri biz doğuya götürəndə, doğu fərq eləməz. Yəni, siz düşünün ki, 2000 il, 3000 il bundan öncə danışırıq. Ondan sonra bir düşüncələr gəlişir. Ki, dünya necə düzəlibdir? Bu kainat necə var? Və necə idarə olunur? Qudrətin mərkəzi hardadır? İnsan nəyə yaranıbdır? Nə iş görür bu yer üzündə? Məsuliyyəti nədir? Kim kontrol edir insanı? Kim yaradı? Bunlar suallardır da, bilirsiniz, fəlsəfi suallar. Sonra bəzi cavablar bulunur, bəziləri gəlirlər. Və biz ona deyirəm, belə İbrahimi dinlər güya. Bunları biz doğuya sunanda, biz daha çox otoriterlik görürük, daha çox hirəm şəklini görürük ki, bir dənə Allah var başda, ki, qadir mütləqdir, nə bilim, hər şeyi bilir, zaman yoxdur, məkan yoxdur, budur, odur, böyle şeylər və heç bir şəriki də yoxdur. Əsla, heç bir şeylə şəriki yoxdur və hətta onu istəyirsən birisini dövəsən, öldürəsən, ailəsini dağıdırsan, ona müşrik deyə bilərsən. Yəni şərik qərar verən. Bu göstərir ki, çox qısqanc bir Allah var
burada. Bir varlıktan danışır. Şiddetle kıskançtır. Asla kabul etmiyor şerikliği falan. Asla kendisine, özüne şerik de kabul etmiyor. Veya mesela eski İbrahimik dinlerden olmayan mesela bizim dediğimiz Zertüşti dininde takriben yarı yarıdır. Bir tane Ahura Mazda var. Bir tane de şey var. Ahriman var. Ki takriben yüzleri yani %100 de beraber olmasa hemen hemen beraberdirler. O kötülüğü yürütür, bu iyiliği yürütür. Yani dünyanı böyle ağa qarıya bölür. Ve güçleri beraber, biri birini yaratmamış, biri birini kontrol etmiyor. Bunlar bir türlü ebedi ve ezeli savaşlardır. Bu Ahura ve Ahura Mazda ve Ahriman. Ki bunun uzun hikayeleri var bu düşünce niye gəlib insana filan ama bunları bir günler ve mesela yalnız Zertüştlük hakkında bu danışar. Ancak onu arz edeceğim biz Abrahamik düşünceni getirende böyle bir şey yoktur. Hatta böyle Ahriman'ı da bu Ahura yaratmış. Her şey yaratmış ve hatta onun planlarıdır bu oyunlar ki ay bunu get onu aldat, bunu yesin, onu getir dövək, buna aparaq mesela ebediyen mehkum eləyək mesela. Kadın mesela bunu aldattı, kadına heyz şeyi verək, cezası verək. Bunlar yani Abrahamik dinlerin zirzibil düşünceleridir ki insanların beynine soktular. Onu demek istiyorum ki aynı düşünceleri biz batıya sunanda geçen 2000 ildə ve ondan da çoktu. Biz daha çok şeylik görürük. Gücün paylaşımını görürük. Ben istəyirəm sözümü yetirəm, görəm siz, mən sözümü yetirə bilirəm sizə. Mesela Batı dünyasında hemen düşünceler ki Allah var, Allah her şeyi yaratmış filan filan. Yani hiremi bir şekilde orada üçe bölünür. Teslise bölünür. Trinity üçe. Ki Allah'ın yani Allah o kadar da yalnız değil. Bir tane Allah var, bir tane bir Ab, İbni ve Ruhul Kudüs. Baba ve onun oğlu ve Ruhu Müqəddəs. Ruhul Kudüs. 3 tane. Herkes bunları bilir. Trinity nedir veya teslis nedir? Orada üçe bölünür bu. Düşünün ki bir gücü vurursunuz duvara o üçe bölünür. Her halükarda Hristiyanlık ve Batı dünyasında çünkü o medeniyetten gelir ki Hristiyanlıktan da önce, İbrahimik dinlerden de önce meclis vardı. Bir türlü demokrasi, bir Athenian demokrasi var orada. Bir türlü. Orada bir medeniyet gelir ki kurultay var, meclis var. Ve hatta şeyde olsa yani ayanın eşrafı meclisi olsa gücün paylaşmağı var biraz orada. Biraz əzəlidir. Ağara değil. Biz bu hatta Abrahamik düşünceni getirip oraya atanda orada görürük ikili üçlü çıkır ve sonra da ki saintler yani azizler. Türkçe'de aziz değiller Türkiye'de. Yani bu şeyler imamlar. İmamlar. İmamzadeler. Düzdür ki Şiə bətərdən bənzəyir katolisizmə. Onu da bilirik, onu da yazmışıq biz. Şiə bətərdən Hristiyanlar kimindir. Ki Allah'ın gücünü getirir, hatta verir Ali'ye. Deyir, aslında Ali Allah'dır, çünkü Allah'ın adı Ali'dir. Ve Esma-i Hüsna'da Ali vardır. Ondan sonra Ali'ye de bölür, imamlara da bölür. Allah da her şeyi bilir, imamlar da her şeyi bilirler. Allah da yanlış yapmaz, İmam Cafer Sadık da yanlış yapmaz. Yani bir türlü gücü bölür bu arada, Şialikte. Ama ben oraya gitmeyeyim. Gene de ben isteydim sizin dikkatinizi buraya seçelim ki biz aynı düşünceyi, ki bir hiremi bir düşüncedir. Allah'tır, her şeyi yaratmış, her şeye kadirdir, her şeyi bilir filan filan, ezeli ebedidir. Bunu biz batıya sunanda, çünkü batının medeniyetinde biraz daha tolerans vardır. Biraz daha öyle şiddetle otoriterlik ve diktatörlük olmadığına göre doğuya müqayisədə orada belə biz o Hristiyanlığı ve gücü bölüşmüş görürük. Çünkü Allah'la, İsa ile şeyin arasında, Ruhul Kudüs'ün arasında bölünür. Ama mesela İslam'da asla öyle değil veya doğunun düşüncelerinde görürsünüz ki Allah hatta Muhammed bile açıkça deyir ki mənə yalnız vahiy olur deyir, mən hiçbir farkınız yoktur. Ben de sizin kimin kulam, bendeyim, abduhu ve rasulu. Ve ondan sonra da her şeyden saymıyor. Allah'tır ve fakat odur. Her şey istiyorsunuz Allah'tan isteyeceksiniz. Her şey açıkça değildir. Allah'tan sonra başka şeyden, başka nesneden, başka varlıktan bir şey istese kafirdir. Ölülerden de bir şey istemeyeni onlar sizi dinlemezler. Açıkça ben bunları ayetlerden okuyorum size. Ancak elbette Şiilik bir tane sapmadır. Sapma yani yoldan çıkma. İslam'dan çıxır, bətərdən Xristiyan şeye benzir, Katolikliğe benzir.
Niyə? Çünki elə oradan düzəldiblər bunları və ballandırıblar, böyüdüblər, Lübnandan gətiriblər bunları, o katoliklərin təsiri altında ki, İslamın içine büyük bir bomba koymuşlar. Şiilik adında. Şimdi de patlıyor da görürsünüz dünyada. Bir sünnilik var, şiilik var. Halbuki şiilik ne demek belli değil. Yani Müslüman mısın değil misin açıkça. Yani Müslümansın Kur'an'da diyor ki ölülerden bir şey istemeyin açıkça. Ölüler sizi duymazlar. Ölüden bir şey isteseniz siz çarpırsınız. Onun da cevabı budur ki yok ölülerden bir şey istemirik ki. Onun vesilesini isteyirik. Bizi şefaat eləsin. Bunlar hamısı küfrüdür İslam'a göre. Ancak arz elədim, her halükarda doğuda öyle görünür. Daha çok otoriteryendir bu düşünceler. Batıda ona münasebette, ona müqayisədə azdır. Ve ona göre də gəlirik görürük ki modern demokraside geçen Rönesans'dan bu yana Fransa İnqilabından sonra biz gene de her halükarda daha çok şeyliği, gücü paylaşmağı biz Batı camialarında görürük ki o checks and balance şeyler var, NGO'ları var, institutlar o kadar çok da ki bu onu çek edir, onu çek edir. Ben asla demirəm ki perfectdir, ben asla demirəm ki ağılın qaradır. Ancak daha çok bu institutlar Batıda çoktur ta Çin'de, ta Kore'de, ta Hindistan'da ya ta Afganistan'da, Pakistan'da, İran'da, Irak'ta, Suriye'de. Mütləq Fransada daha çoxdur institutlar. Qeyri-dövlət bir-birini çek eləyə və hətta dövlətə dəxalət eləyə. Və gücün paylaşımı Batıda daha çoxdur. Çünki öyle bir mədəniyyətdən, öyle bir gelenikdə gəlirlər. Doğuda daha çox sıkılık var. Əlbəttə onun da gene de illətləri şeydir, iklimlərdir, havadır və çox məsələlər var ki doğuda su meselesi en büyük meselelerden olmuş. Suyun azlığı ve su menecmenti, su idareciliği getirip doğuyu daha çok otoriter yapmış. Hatta şeye göre behaviorology yani reftarşinasiye göre bir toprakta bir yerlerde ki kuraklık daha çok olsa, su daha az olsa orada tek tanrılık ve şeylik daha çok alır düşünceleri. Bir yerde ki suluk çok olsa, rifah çok olsa, yemek çok olsa orada tek tanrılık düşüncesi azalar. Bu da ki başka bir bəhsli bir gün danışarıq. İndi cənabınız o zaman deyirsiniz ki doğu deyəndə tək müsəlman deyil. Japonda var, Çində var, Hindistanda var. Məsələn burada görürük ki mən bir ayrı səthədə baxmaq istəyirəm. Məsələn baxırıq görürük ki doğuda minlərcə din var. Bir-birinin yanında yaşırlar və bir-birlərinə terrorlançıları var. Hatta hemen ki deyirsiniz mesela bir Allahlıq Məkkədə görürük ki 300 dana 400 dana Allah'ı koyublar orada vardı. Yani hemen orada toleransı görürük. Ya mesela görürük ki deyir ağa ildə heç olmasa 4 ay savaş olmasın, hər andır savaş. İslamdan qabaq da bunlar bilirsiniz. İslamdan önceden danışırıq. İslamda bunların bəzisini qəbul edib, bəzisini qəbul eləmir. Ya mesela görürük ki Hindistan'da minlər yani doğu deyək da Hindistan deməyək. Onların İslam dünyasından Asiyanı desək bəlkə. Asiya, kollən Asiyanı desək daha yaxşıdır. Doğu hesab olur. Bu doğuda görürük ki minlər din var. Minlər dil var. Minlər ırc var. Ama qalabiliblər, yəni yaşayabiliblər. İllər boyu, yəni tarix boyu burada yaşayıblar. Təbii ki, içlərində müşrik çıxıbdır. Amma batıcan şey eləməyiblər. Batıcan cinayət eləməyiblər. Batıcan diktatorluq eləməyiblər. Batılılar mümkün öz içlərində mənafiləri, yəni təbəqi əşraf deyək, mənafiləri üçün eləyə biliblər ki, içəridə bir işlər görürlər ki, əşraf orada şirkət eləsinlər. Amma eşikdə o birisi millətlərə görə, xüsusən doğuya görə, məsələn, ən sonu budur ki, 2 dana dünya savaşı yaradıblar öz içlərində. Sonra o öz içlərindən o dünyaya, xüsusən doğuya yayılıbdır, Afrikaya yayılıbdır və çoxlu şey eləyiblər. Yəni, mən orada bunu bir növ, indi burada geçir Marx'ın sözlərini geçir. Mənim nəzərimdən orada o təbəqi hakimiyyət mənafi üçün içərini bir kontrol edir güclə. İçərini bir güclə kontrol edir. O da budur ki, bir tane təvəhhüm yaradır ki, sizin gücünüz var. Məsələn, mən
Kanadada o gücü şəxsən görmürəm. Mən yəni məsələn şəxsən o gücü görmürəm. Mən Kanadada yaşıram, o gücü görmürəm ki, millətin arasında olsun. Millətin burada rolu, hətta rəy verməkdə də o qədər rolları yoxdur. Çünki vaqəən məsələn bilmirəm, yəni bunu görə bilmirəm. Ciddi halda görə bilmirəm. Təbii məsələn sual həddində rəy verir ya verməyə, heç da təsiri yoxdur. Yəni mən onu da görmürəm o qədər. Amma məsələn doğuda məncə doğuda insanlar özlərin vətən sahibi bilir. Oranın sahibi bildikləri üçün orada bir daha çox istirlər. Yəni o şey için biz İranda istirik Azərbaycana, onu Kanadada olanlar özlərinə istəyə bilmirlər. Yəni məsələn fərz buyurun ki, neytivlər burada o haqlı ki biz Azərbaycanda istirik, onu istəyə bilmirlər ya istəmək əslən cəsarətləri yoxdur. O halda ki orada biz özümüzü, niyə burada məsələn düzdür bu da torpaq sahibidir. Ya burada kökənlər o torpaq sahibi özlərini bilmirlər. Amma orada biz özümüzü toprak sahibi bilirik. Cənd. Şimdi mesela ben burada hak istedim, devlet kurmak hak istedim, falan hak istedim. Bunu mesela siz burada yani bu şekilde eleyebilmektir. Onu da kontrol ederler bilerse. O güç sahipleri bir şeylerle her halde kontrol edecekler. Orada da kontrol ediyorlar. Orada da vardı. Orada da hem ikisi de kontrol. Ama ben orada bakanda görürüm ki orada toplumlar, indi toplumları mən neçə yerə bölümdə tərif edeyim ki, toplumdan mənzurum nədir? Tərifdə şey olmasın, sonra söyleyeyim. Baxın, din əsasına bağlılıqlar, topraq əsasına bağlılıqlar, bunlar bu üç dana əsasında, mən toplumu bu üç dana əsaslı ayrı bir şeyləri kriteriya da qoymaq olar ki, onun üstündə yaxşı bir toplumda. Mən görürüm ki, Şərq dünyasında, Doğu dünyasında bunlar daha çox bir-birinə bağlıdırlar, daha çox bir-birinə yaxşı yaşırlar. Məsələn, siz fikir edin ki, İslam dövrəsində və belə Osmanlı dövrəsində ya hətta Qəznəvi və Səlcuq dövrəsində İslam, bu da Doğunun bir çox yerini alıbdır. Doğunun bir çox yeri bunların hökmünün altındadır. Biz bu toplulukların arasında savaş görmürük, az görürük. Ama mesela bunu Batıda yüzler il bu topluluklar, bundan belə ki, hamısın bunların Batı dediğimiz yeri, Amerikanı tıxtaq qırağa, Batı dediğimiz yeri hamısını yıxsaq, qoysaq, mesela Hindistan'da nə olmaz? Nə cəmiyyəti, nə torpağı. Və dini də, dili də oral nisbət çox azdır. Yəni məsələn burada 2 dənə din hakimdir və çox olsa bir şey. Yəni nəhayət 3 dənə. İslamdır, Məsihiyyətdir, Yahudiyyətdir. O hakim də deyirlər. 2 də hakim deyil, biri hakimdir. Məsihiyyət hakimdir, o birisilər hakim deyil. Amma məsələn görürük ki, daimən burada savaş çıxır. Daimən. Öz aralarında çox uzun illər. Və demokrasi deyə orada bir şey hakim olmayıbdır. Yəni tamam bir zaman diyor əşraf hakim olubdur. Əşraf demokrasisi. O Türklərin arasında da olubdur. Ərəblərin də arasında olubdur. Yəni Ərəblərdə də görürük ki, hətta İslam dövründə şey var, seçki vardı. Əşraf deməyək, əshab deyək. Burada da biz hətta əşraf da deyək. Onlar da o zaman əşrafıdırlar. Eyni halda ki, əshabdırlar da. Onlar orada məsələn seçdirlər xəlifəni. Sonra da Həzrəti Əli ilə Muaviyyənin arasında görürük ki, yenə bir yola gedir, savaş deyil, savaş kurtarmır onu. Orada kurtarmır o şeyi. Savaşının getmiş sonu. Müzakirə ilə gedir, danışıqla gedir. Həsən ilə Muaviyyənin arasında görürük bunu. Ondan sonra gedir, yavaş-yavaş değişilir biraz əlbəttə. İslamda, yəni getdikdən siz dediyiniz kimi gəlir ki, tək Allahlığa. Çünki tək Allah hekayəsi qəbul eləmir, şərik qəbul eləmir. Hakim də şərik qəbul eləmir. Qardaşını da öldürür, oğlunu da öldürür, kör edir. Filan ki, da o otoritəni əz əlində saxlasın. Şərik qəbul eləmir. Və talib budur ki, dövlət ilə də şəxsi, mən bəzən baxıram görürüm ki, şəxs ilə dövləti bir tuturlar. Əgər mən yıxılırsam, dövlət yıxılar. Onun üçün balalarını da öldürə bilir, qardaşlarını da öldürə bilir ki, şərik çıxmasın, mən yıxılmayayım. Mən yıxılsam, fərz vəd budur ki, dövlət yıxılacaq. Amma o halda ki, dövlət davam tapa bilər. Hətta əgər ailədən də geçsə.
Hər halda istədim deyəm ki, sizin nəzərinizə belə bir nəqd edə bilərəm. Tarixə baxanda biz tarixi uzun zamanını görürük da. Sizdən mən bəzən bunu eşidirəm ki, insanın ömrü məsələn neçə milyon ildir, neçə milyonda insan gəlib bu günə yetişibdir. Tarix də elə o cürdür. Yəni tarixlə neçə milyon illik yaşamın sonucudur. Batının tarixinə də baxanda görürük ki, Batı mənim nəzərimdə şeyi yoxdur. Toleransı, əbda yoxdur. Mənafiyi üzərində toleransı var. Bu gün də o cürdür. Bu gün bunu Filistində də görürük, Ərəfdə də görürük, Suriyədə də görürük, Libidə də görürük. Əgər zorları çatsaydı Qarabağda da görürdük ki, bu işi görərdilər, yəni eləyə bilərdi. Batılı düşüncə deyəndə mən özümün tərifimdə mən bunu həmişə yazıram. Məsihi dünyası. Batını mən belə tərif edirəm. Mən Batını demokratik bir dünya görmürəm. Mənim nəzərimdə indi Batının çox iş gücünə ehtiyacı olduğu üçün Batı doğrudan müxtəlif dinli, dilli insanları alır. Bunları bir yerə saxlamaq üçün özü içində biraz bir növ demokrasi qoymalıdır. Amma daima görürük ki, məsələn, burada müsəlmanları məhdud eləməyə çalışırlar. Yəni, o bir dana istəyir-istəmir baskı vardır bunun. Hər yerdə bu baskını görürük. Hər halda biraz sözdən bəlkə eşiyə çıxdım, amma istədim deyəm ki, nəqd var sizin o fərmayişdə ki, orada bir baxış, yəni Abrahamik ya İbrahimi dinlər gedir Batıda bitir olur, gəlir şeydə bitir olur. Eyni halda ki, baxırıq görüşlər, əslində bu din Batı doğu dinidir. Yəni İbrahimik dinlərin hamısı və peyğəmbərlərinin hamısı doğuludurlar və doğudular. Amma nədən isə bu günləri biz məsələn xiyabanda gedəndə bir nəfər bir uzun səkkəllə biraz sarı, biraz şey görür, bir iddia bənzir. Bizə belə öyrədib, elə bir ki, məsələn, bu doğuludur. O halda ki, belə deyil. Mən belə görmürəm. Hər halda buyurun, devam edin. Neyi devam edeyim ben? Düşüncemi dedim. Her halükarda. İsterseniz burada qoyaq qalsın. Çünki indi hardaysa 2 saat, 1 saat yarımı geçir. Yox, isterseniz burada qoyaq qalsın. Gələn həftə bu genel gücü danışaq, görək ki, gücün farsda numut deyirlər. Gücü nələrdə görürük? Gücün nələrdə tərifi eləyək gücü? Mən geçən həftə yadınızda cənabının canlı yayında da bu bəhs elədim ki, məsələn, Əflatun obrislər ki, danışırlar, o batılı filsuflar gücdən, gücün özündən danışmırlar. Gücün numutlarından, məsələn, ordudan danışır, məsələn, sənətdən danışır, məsələn, teknolojidən, puldan. Bunları güc olaraq göstərir. Eyni halda ki, məsələn, biz gücü filsuflardan da soruşmalıyıq. Ekonomik filsuflardan. Ekonomik filsufları. O əlbəttə geçən həftə buna siz biraz Marxın nəzərində işarə buyurdunuz, bir iki nəfərin nəzərində, amma onların da nəzərində mən fikir edirəm ki, gərək baxaq görək ki, gücü nə tərif edirlər? O da bir baxışdır. Çünki bir zaman torpağı tərif ediblər, bir zaman insan gücünü tərif ediblər, yer üzündə işləsin, sonra bir zaman qızılı tərif ediblər, sonra bir zaman alveri tərif ediblər gəmi ilə, özdə gəmi ilə gəlir oluydu çox. Və ən sonu, mənim yadıma gələn, ən son da budur ki, servis. Bu şey ki, indi burada Batıda servis deyirlər də, alverdə, zətdə, xədəmat. İndi İranda bunu xədəmat tərcümə. Xədəmatı məsələn güc bilirlər. İndi əlbəttə ki, taza bir tərif verir da, bu taza prezident gücdən taza bir tərif verir, o da dalib, o məncə ona Söylediğim şeydi, bu Batı'da gelişen bunların öz içlerinde ki o düzen idi. Ki işte başka bir milletle savaşa gitmekleri yok. Orada nece davranmaları
davranmaqları yox. Amma hər halükarda o zaman ki biz indi də öylədir, 100 il öncə də öylədir, 500 il öncə də. O zaman ki Suriyədə 5 milyon insan oradakı savaşa görə oranı tərk edirlər. Heç bir müsəlman məmləkətinə tərəf hərəkət etmir. Bütün hərəkətlər bu sizin buyurduğunuz vəhşi və acımasız batıya tərəf hərəkət edirlər. Oğuz bəy, bunu burada rədd edeyim. Çünki müsəlman məmləkətlərdə Türkiyədə 5 milyon pənahəndə var idi. Yəni Suriyədən qaçan 5 milyon Türkiyə müsəlmanlarına qaçmışdı. İranda biraz vardı, indi bilmirəm nə qədər vardı. Əraqda çoxdur, şeydə çoxdur. Ərəbistan-ı Suudidə 4 milyon var. Yəni eşitdiyimiz müsəlmanlar ki, Ərəbistana pənahəndə olublar. Bəzi ərəb məmləkət pənahəndə qəbul eləmir. Yəni mültəci qəbul eləmir. Amma məsələn, əgər bildiyim, Kuveyt qəbul eləmir. Amma Kuveytdə 800 min ta 1 milyon qatqın var, ərəb qatqın var. Yəni İstəyirəm bunu deyəm ki, bizə o media deyir ki, media bizə gücdür. Siz bunu əvvəldə də işarə elədiniz, ona görə mən istəyirəm bunu işarə edeyim. Media gücü ki, Batının əlindədir, göstərir ki, heç kəs qaçmıyıb. Pənahəndə Suriyədən heç kəs qaçmıyıb Əraqa. Heç kəs qaçmıyıb ərəb məmləkətlərə ya müsəlman məmləkətlərə. Hamı qaçmıyıb. O halda ki, belə deyil. Doludur. Yəni Türkiyənin özü bizim gözümüzü qıldı bir müsəlman məmləkətdir. Siyasəti, dövləti mümkündür sekular olsun, amma millət müsəlmandır və müsəlman məmləkətdir. Orada indi bu günləri 11 milyon doğulu yaşır. 11 milyon doğulu qaçaq yaşır orada. Yəni qatqın yaşır Türkiyədə. Bunun Afrikalısı vardı, Çinlisi vardı, Hindlisi vardı, Pakistanlısı vardı. Hər yerisi vardı, yığışıblar ora. Və ərəblər, xüsusən ərəb məmləkətlərdən və İrandan 1 milyondan çox Türkiyədə bu gün qaçqın var. Hətta Oğuz bəy, bu qədər deyim. Əfqanistanda bu günləri qaçqın var. Müsəlman məmləkətdən Əfqanistanda yaşayan o şey ki, mültəci deyirlər Türkçə, ərəbcə və o şey ki, biz qaçqın deyirik Türkçədə, o şey ki, pənahəndə deyirlər farsçada. Bu günləri Əfqanistanda bir dünya müsəlman vardı ki, müsəlman və qeyri-müsəlman var ki, qaçıblar Əfqanistanda pənahəndədirlər. O cümlədən İrandan heç olmasa bir 10 min nəfər, hətta mən bilirəm, bəzən mən Təbrizdə bir xəbərnikar tanırdım, o İran dövlətini təhdid edilirdi ki, məncə mənə iş verin, işləyim, işsiz qalmışam, pulsuz qalmışam. O deyirdi ki, Talibana namə yazdı ki, mən pənahəndə qəbul edildi. İran dövləti buna iş verdilər İranda. Yəni, bu qədər, istəyirəm deyəm ki, o bir şeydir. Təbliğatın o gücün altında, o güc ki, üstə, təbliğat gücü. O təbliğat gücünün altında biz görmür ki, müsəlmanlar və doğuda olanlar nə qədər müsəlman məmləkətlərə gediblər, nə qədər bilirik ki, batılı məmləkətlər kriteriya qoyublar, pənahəndə götürmək. Savadın nə qədər olacaq, dilin nə qədər olacaq, sinnin nə qədər olacaqdır, işin nə qədər, təxəssüsün nə olacaqdır və ən aşağısı budur ki, məsələn, heç olmasa çox üzr istəyirəm bunu deməkdə, seks servisi verə biləcəksən ya yox, onları deyirəm. O ki, bəllidir, siz özünüzü doğru bildiyinizə görə mənə danışmaq fürsəti verməyəcəksiniz bu barədə. Çünki düşünürsünüz ki, mən üçün doğru düşünmürəm bu barədə, ona görə... Doğru düşünmürsünüz, yox. Sizin şeylərinizin qabağında mən də düşüncəmi ortaya qoyuram ki, bu türdür. Ancaq mən istəyirdim bir düşüncə ortaya qoyam ki, biz, mən misal gətirdim Suriyayı və məmləkətləri hər yerdə belədir. İndi deyəlim ki, məsələ, bunları misal gətirirəm, yoxsa elə hər misaldan siz gətirib onun tərsini deyə bilərsiniz ki, doğru deyil bizə görə. Məsələ, Fransada təqribən bütün məmləkətlərin elçilikləri vardır, konsoloslar Parisdə. Biz orada təqribən sıfırdır onları ki, Fransalılar. Biz görək ki, gedələ onların o elçiliklərinə, viza başvurusuna gedələ orada yaşanır 100 minlər, milyonlar. Ancaq bunun tam tərsini görürük ki, bu demokrasi olmayan ölkələrdə, o yerlərdəki diktatorluq və otoriterlik çoxdur və qatı düşüncələr və geçmiş neçə min ildə kültür gəlişməmiş. Onlarda olan
Hətta onların qonşuluqlarında olan Fransanın elçilikləri və ya konsulluqlarının önündə yüzlər, minlər bir sıra səhv görülür. Fransada biz bu öbürü dünyada 200 dənə məmləkətin elçiliklərinin önündə bu səhvləri görmürük. Və bu Hamar da bunu göstərir ki, keçən məsələ 50 ildə, deyəlim 20 il, neçə Fransadan neçə nəfər sığınmacı olmuş, deyəlim Çinə, ya Iraqa, ya İrana, ya Rusiyaya. Amma bunun tərsini düşünsəniz, görürsünüz ki, milyonlar və minlər, yüz minlər və milyonlara dayanar. İndi Yeməndən, Ərəbistandan fərq eləməz, yəni Afrikanın bəzi yerlərindən. Bunu danmaq olmaz ki, batıda, və biz batı deyəndə daha çox coğrafi batı yox, düşüncəsəl batı, düşünürsəl fəlsəfi batını dedik. Doğu da deyəndə daha çox coğrafi batıyı denirik. Məsələ biz Xavərmiyanə deyəndə Orta Doğu, biz o bətərdən coğrafi Xavərmiyanı şərh etmirik. Burada bir mənim səsim varsa, bu bizim dediyimizin üzərində gənə də qaliba mənim çətinlik çəkmişəm onu anlatmaqda ki, hər halükarda aynı düşüncələri sunsanız siz Batı mədəniyyətinə və Doğu mədəniyyətinə ərz edirəm, bu da bətərdən coğrafi bir şey deyil. Çünki Avstraliya da Batı mədəniyyətidir. Çünki ne bileyim İsrail de Batı mədəniyyəti lazım deyil. New Zealand da Batı mədəniyyətidir. Coğrafisi önemli değil. Biz baxırıq görürük ki, indi dünyada təqribən bütün İslam məmləkətlərdə, Hindu məmləkətində, Budizm hər yerdə Batıdan gəlmiş demokratik sistemlərlə idarə olunur məmləkətlər. Və ya o tərəfə can atılır, o tərəfə görə uzun inqilablar, düşüncələr olur. Batıdan gəlmiş qəza sisteminə və ədalət sisteminə hər kəsin yönəlgesi vardır. Japondan tutdu ta Arjantinə qədər. O batıda gəlişmiş və eğitim sistemi olaraq da aynıdır. O gücün əlbəttə şeyini göstərir, amma hər halükarda o güc özünü tərmim edir hər halda. Bütün eğitim sistemi dünyada, hər yerdə. Məyər ki, məktəb sistemi olar ki, bir dənə adam uşaqları dövə-dövə onlara həlləm-qəlləm öyrətər. O genə də var bəzi yerlərdə. Ancaq bütün eğitim sistemi, birinci klasdan tutduğu üniversitelərə qədər Batı sistemi üzərinə qurulubdur. Və hamı da, əgər qurulmasa da bir yerdə də azsa, hamı da təzahüratlarla, davalarla oraya yetişmək istəyirlər. Elə orada yaşayan Filipində də belədir. Filipin həmən doğunun içindədir, coğrafisi yox. Və Japondakı bir Batı ülkəsidir. Japonda bütün idarə sistemlər, bütün qəza sistemi, bütün yargı sistemi və idarə sistemi, devlət, məclis, hamısı Batıda gəlişmiş sistemlərdilər. Bunu daha da anlatmağa çalışıram və bu, mənim deməyim budur ki, aynı düşüncəni biz sunsaq Batı mədəniyyətinə, orada daha çox qüdrət paylaşılacaqdır ta Doğu mədəniyyətinə. Doğu mədəniyyətinin o coğrafida gəlişdən otoritarlik bahis olur ki, təkallahlığı və tək qüdrətliyə getsin ki, hər şey odur. Elə həmən Allah düşüncəsini belə biz Batıya gələndə onu paylaşmış görürük. Təslisi və Trinitini ona görə misal gətirdim. Çox önemli bir misaldır bu. Buyurun. Axı, mən orada sizə indi burada cavab verəndə deyəcəksiniz ki, mənə fürsət vermirsiniz. Dostlar da yazırlar ki, fürsət vermirsin. Çünki biraz öncə mən o Suriye misalını gətirmək həmən siz dediniz ki, Suudi Arabistan'da... Mən ona bax, biz burada fəlsəfi danışırıq. Biz burada danışmırıq ki, mən burada məcburam deyəm ki, məsələn, biz yerək soruşaq ki, niyə Batıda bu cürdür? Ya niyə Şərqdə bu cürdür? Görürük ki, Batı gəlib də oranı bombaran edir. Oranı istir hakimiyyətin dağılsın. Dünənlər o videosunu gördünüz də, ehtimalən o Amerikanın gəlib deyir ki, bizə kağız vermişlər, biz bilirdik ki, 6 məmləkəti dağıdacaq, falan ilə. Tamam. Biz onu orada dedilər ki, bir dəqiqə bizə buyurun. Suriyada gedik, dedilər ki, bu adam çıxsın, 1 il, 2 il icazə verək, bu çıxsın. Nədir? Deyir, yox, indi çıxar. Bilafasıda indi çıxar, yoxsa bombaran elər. Yoxdur, bombaran eləyəndə hara qaçmalıdır bu adam? Bu adam gətiribdir İranda, bir dənə sistemi eləyə bilər, demokratik geçsin qabağa, qazlarda, gətiribdir, onu götürüb, bir dənə diktatörlük sistem qoyubdur.
Bu qərb Öyle batı qoyubdur. değil. Bu içəridəki insanlar oradan çıxa bilmirlər. Öyle değil. Yəni indi bu adam oradakı şəraiti ictimaidən çıxır. Niyə dünənəcən çıxmır? Niyə məsələn Qacar dövründə Pənahəndə yox idi? Çünkü öyle değil ki biz sözde Batı'yı, biz çünkü siyasi meselelere ben dokunmak istemiyorum. Batı'yı suçlayak ki onlar getiripler bu belanı, bu doğunun başına. Onu bilirim. Mesele budur ki onlar getiripler ama öz içlerindeki sistem daha insanidir. Doğuda, çünkü doğunun da gücü olan da aynı belanı getirmiş her yerin başına. Hem Asya'nın hem Batı'nın başına. Aynı bela. Çünkü bu insani bir mesele. Siz bir insani mesele, insani toplumlarının problemlerini getirirsiniz, buraya inject edirsiniz. Bu doğru değil. Elə hemen Hindular aynı şeyleri Müslümanların başına getirir Keşmir'de. Aynı şeyleri ki İsrail mesela Gazze'lilere elədi. Ve aynı şeyi de elə Gazze'liler Yahudilere elərlər. Onların da gücü çok olsa. O danışmırıq biz. Aslında o danışmırıq. Japonlular hemen belanı ki Amerika... Masrafı olmaz ki. Onda biz siyasi yani bir tane dogmi bir nəzər qoyarıq ortaya siyasi şeydə. Biz o zaman ki gəlirik toplumun vəziyyətini danışırıq. Toplumun vəziyyətini bir dənə açıdan baxsaq fəlsəfi olmaz. Ben sözünüzü anlamadan ona yorum yapmağım doğru değil. Gene önce anlayamıyorum ne diyorsunuz siz. Ve siz de aynı. Siz bilmelisiniz ki ben ne diyorum. Ben diyorum ki elə hemen belanı ki Amerika Japon'un başına getirdi. Hemen belanı ondan önce Japon Çin'in başına getirirdi. Bu insan topluluklarının meselesidir. Bu şeyin meselesi değil ki. Çünkü Batı eləyibdi, Doğu eləyibdi. Yok. Ben sizin o sözünüzə irad yoxdur. Onu demədim ki o gəlib ya gəlməyibdi. Onu etiraz eləmədim. Mənim etirazım burada ki o zaman ki deyirsiniz buradan Pənahəndə gedir Batıya, Pənahəndə Batıdan gəlmir bura. Deyirəm ki o şəraiti ki yaradırlar ondan ötürü gedir. Yoxsa fikrindən ötürü getmir. Elə o batılı, o doğulu gəlir Kanadada namazını qılır, məscidinə gedir, ibadətini edir. Əgər hindilisə, hindili məbədinə gedir, o yerinə gedir. Yəni oranın o yaşamı değiştirmir. Hətta fikrini də değiştirmir. Görə bunu gələn həftəyə qoyaq bu bəhsi. Mən də onu bayaq işarə elədim. Mən biraz çox təşəkkür. Bu bəhsi, bu güclü bəhsini davam edərim gələn həftə. Tamam. Aziz ve hürmetli dostlar, teşekkür ederim buradan oldunuz. Her halde biz burada monolog eləmirik da. Bunu fəqət dostlar bilsin ki, biz təkdanımıza burada danışmırıq. Yəni, mənim özümün bir ayrı bərnaməm var, orada təkdanıma danışıram. Böyle olardı. Bəli, burada biz müxtəlif nəzərləri ortaya qoyuruq, etiraz edirik, danışırıq. Buna görə ki, eləyə biraz düşünce ortaya koyaq. Yoksa əgər olursa, herkesin öz nəzərini desin, o birisi sakit olsun. Gedər, herkesin öz bərnaməsi, bir tane bərnaməsi orada danışır. Ona göre yaptığımız zaten budur ki, böyle tartışma ve danışma olsun. Yoksa herkes özü gedər qaziyə, özü də təkinə də razı dönər də. Oldu, da görüşürüz. Sağ olun, sağ qalın. Teşekkür ederim ki, məni dəvət elədiniz o talıca. Var olun. Sağ olun. Gələn həftə görüşəlim. Ələnə.